Səfərin də adını çəkək Pərvanə xanım. Asif, Bilman, Həsrət. Xəbər verirlər ki, dərədə şikir kimsə yatır. Gördüm ki, sahibdir, bıçaqlanıb dərədədir. Üçü də deyir ki, bizim yanımıza dava olmayıb, deyir gülə-gülə gedirlər. Rasimin illər əvvəl törətdiyi cinayəti də çıxartdıq ortaya ki, bu adam yenə benzin töküb yandırmağa qədər cəhd eləyən adamdır. Yəni Dedim, məndən pul istəyir, mal almağa pulu yoxdur. Dedim, Asif, dalaşacaqsansa vermə. Asifin demək ki, deyir, görüşə, öpüşə çıxdılar. Amma o qədər bıçaq tutub ki, müəllim, əllərin içi cırıq-cırıq idi. Bu insandan 100 qram qan tökülməmişdi, Amil müəllim. 30 nəfər mənim yerimə baskın elədi. Mənim oğlum özü gəlib təslim oldu. Bəli, Bakıda tükürpədici hadisə olub. Ötən gün bu xəbər axşam saatlarında daha doğrusu gəldi. Nələr baş verir? Daha bir məhkəmə qərarı var ki, ögey övladını, 6 yaşlı övladını və işçisini öldürən şəxsin məhkəməsi keçirildi. Hadisə il yarım bundan öncə olmuşdu, amma təfərrüatlı gedişatda məlumat verəcəyik. Xoş gördük sizləri, əziz tamaşaçılarımız. Gəl danış kriminal layihədə. Amil buradadır, amma Ramiləni görmürük. Dünən burada böyük bir üzləşmə oldu. Bəlli oldu ki, Ramilədən qızı imtina eləyib. Söhbət orada əyləşən xanımdan gedirdi ki, dedi, yoldaşınla bağlı idi, bir döyülmə, cinayət və s. Amma təfərrüatlarında bəlli oldu ki, Amil üçün, buradadır, mən götürüm onu, Amil gəlsə də, lakin bu barədə məlumat nə var görüm? Deyəcəklərimiz olacaq. Bu ayrı məsələ. 070 653 48 69 ixtiyarınızdadır. Müraciətlərinizi ünvanlaya bilərsiniz və o cümlədən 012 ilə 510 33 99-da. Nə baş verir? Gedişatda təfərrüatlı təqdim edəcəyik. Ramilə hardadır? İndi əməkdaşlarımız danışırlar. Ramilənin birdən-birə bu üzləşmədən sonra yoxa çıxmağı bir sual doğurur. Gəl, çünki baxmayaraq bu cinayətdə də bəzi təfərrüatlar var. Sənin belə yarımçıq qoymağın bilmirəm nə dərəcədə düzgündür. Gəlir artıq deyə, gəlsin. Çünki səhər saatlarında gəlmək istəmədiyini bildirirdi. Gəlsin görək nə baş verir. Qızı danışacaq. Qızı dünən konkret olaraq bütün günahları atasında yox, anasında gördü və dedi ki, hətta bugün danışacağı var qızının da, açıq deyim, ifadə verəcək. Nələr baş verir? Təbii ki, təfərrüatlı formada biz bunların hər birinə aydınlıq gətirəcəyik. Digər mövzularına bağlı isə 3 məhkəməmiz olacaq ki, bu məhkəmələrlə də bağlı lazımı məlumatları tamaşaçılara çatdıracaq. Amma nə baş verir Bakıda? 6 yaşlı ögey övladını yuxudan oyadıb, xüsusi amansızlıqla döyərək öldürməyə cəhd edən, daha doğrusu Rəşad İsmayılovun cinayət işinin bəzi detalları da səhər saatlarında bəlli oldu. Bu adamdan gedir söhbət. Bir neçə dəqiqədən sonra təfərrüatlı xəbər verəcək. Amma tükürpədici olay isə, deyəcək təfərrüatlı, tükürpədici olay isə Bakının digər qəsəbəsində baş verib ki, 30 yaşlı dayı 15 yaşlı bacısı oğluna qarşı xoş olmayan hərəkətlər edib. Amma bu necə çıxıb ortaya? Çox qəribədir, birazdan danışacağım. Hətta telefona çəkib, bu anda da telefonda ona qarşı zorakılıq, xoş olmayan hərəkətlər, şiddət hissələrini çəkib. Sonradan isə xanımı telefonu qurtalayanda görüb ki, belə bir hallar var. Xanımın qeyrəti götürməyib ki, sən niyə döyməlisən, niyə şiddət göstərməlisən və gedib polisə də məlumat verib. Detallı bir neçə dəqiqədən sonra danışacağıq nədən baş verdi. 39 yaşlı Sabiqin ölümü ilə bağlı isə 3 nəfər ad çəkilir. Bayramla əlaqədar olaraq sorğular ünvanlaya bilmirəm, amma mən o 3 nəfərdən xahiş edirəm. Düzdür, məndə bir səs yazısı var.
bunu efirə verməyəcəm. Reklam arası burada dinləyəcəyik. Həmin o 3 nəfərdən ikisinin səsidir ki, hadisə ilə bağlı bəli, detallı məlumatlar var orada. Danışdıran bir tamaşaçımız var. O səsi burada dinləyib efirə eşitdiklərimizi deyəcəyik. Çünki istəmirəm birbaşa o səsin hamısını vermək. Burada dinləyəcəyik. Bir daha adları nə oldu Pərvanə xanım? Elə belə deyək, 3 nəfərin. Asif, Həsrət, Bilman. Asif, Həsrət, Bilman. Dünəndə Sabiqin cansız bədənini tapan şəxs qoşuldu efirə və dedi ki, mən işə gedəndə gördüm ki, yerdə uzanıb kimsə, elə bildim Rasimdir. Nəyə görə Rasimi düşünüb? Çünki Rasimin avtomobilini ondan öncə marketin qarşısında görüb, təəccüblənib, deyib elə içib yatıb orada. Sən demə, o Rasim deyilmiş, Sabiq imiş. Hər halda detallı danışacaq. Bir qısa ara verək tez. Sizlər də 070 653 48 69-a müraciət edirsiniz müəmmalı hadisələrlə bağlı. O cümlədən Amil də Kürdəmirdən buradadır. Biz onun da məsələsi ilə bağlı danışacağımız məqamlar çoxdur. Qızının yazdığı mesajlar var. Qız isə anasından niyə üz döndərib? TikTok sosial şəbəkəsində olma, şərhləri bağla, hər adama açıq paylaşımlar eləmə deyə etirazlar edib. Qız da deyib ki, sən mənim azadlığımı əlimdən ala bilmərsən. Ona görə də anasından imtina edib gedib atasının yanına. Amma sizə deyim ki, qız çox sərbəst mesajlar da yazıb. Hətta məni məcbur elədi bəzi ixtisasa. Mən o ixtisası istəmirdim. Ona görə də universitetə getmədim. Çünki xanım burada demişdi ki, atası nəsə elədi, qızım universitetdən imtina eləyirdi. Nələr baş verir? Çox mühüm məsələlər var. Bir qısa ara verək, bu xəbərləri də deyəcəm sizə detallı. Üç nəfərin də adını çəkək Pərvanə xanım. Asif, Bilman, Həsrət. Xəbər verirlər ki, dərədə şişir kimsə yatır. Gördüm ki, sahibdir, bıçaqlanıb dərədədir. Üçü də deyir ki, bizim yanımıza dava olmayıb. Deyir, gülə-gülə gedirlər. Rasimin illər əvvəl törətdiyi cinayəti də çıxartdıq ortaya ki, bu adam yenə benzin töküb yandırmağa qədər cəhd eləyən adamdır. Yəni çox suallar var. Niyaməddin bəyin dünən açıqlamaları, yenə də xahiş eləyərik Niyaməddin bəy qoşular. Amma bir məsələ var. Rasimin mikrofon haradadır? Oradadır. Mikrofon sizə verim. Yox. Burada da var. Deməli, Rasimin Niyaməddindən soruşacaq, amma siz bilərsiniz, tapıldığı avtomobilini görüb Niyaməddin. Avtomobil görüb ki, dükandadır, hara dedi. Trabilka deyil. O nə deməkdir ki? Daş üydən sex kimi yerdə. Daş sexi, laf belə deyək. Daş sexinin yanında avtomobili görüb. Tərk edilmiş. Avtomobillə rəhmətliyin tapıldığı yerin məsafəsi nə qədərdir? Bir xeyli var. Xeyli? Xeyli var. Atası... Xeyli nə edirsiniz? Sizin biraz təxminən piyada geçsə bir 5 dəqiqəlik yoldur mu? Sən dərə ilə gedilir deyə bir səmitdə... Dərə ilə deyirəm. Dərə ilə avtomobilin tapıldığı yerlə avtomobil... Bəlkə də olar, mən yalandan... Onu soruşaq, bilirsiniz nəyə görə deyirəm? Deməli, yaxındadırsa bu şübhəlidir ki, bəlkə avtomobillə gətirib atıb ora. Başa düşürsünüzmü? Biz bilirik ki, yeyib içdiyi yerlə məsafə avtomobillə hələ 10-15 dəqiqəlikdir. Elə avtomobillə gətirib atıblar. Çünki o bıçaqlanmış vəziyyətdə. Bir qoşaq təcili, dostlar. Təcili Niyaməddini qoşaq, çünki gedişməmiz də var. Tez bazar qoşulsun ki, biz danışaq onunla. Tez bir xahiş eləyək Niyaməddindən. Çünki Sabiqin cansız bədənini tapan Niyaməddin olub. Yəni, dünən o qoşuldu. Amma yenə də o üçlüyü xahiş edirik ki, gizlənməyin. Niyaməddin qoşulana kimi mən bu məhkəmənin açıqlamasını verim. Təfərrüatları bəlli olub, unikal məlumatı göndərib. Bakıda 6 yaşlı ögey övladını yuxudan oyadıb, xüsusi amansızlıqla döyərək öldürməyə cəhd edən Rəşad İsmayılovun cinayət işinin bəzi detalları bəlli olub. Rəşadı göstərək, dostlar. Məlumata görə istintaqla müəyyən edilib ki, Rəşad İsmayılov xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd edib.
bu oğlan dünən məhkəməsi keçirilib. Belə ki, amma hadisə 2024-cü il tarixində səhər üzü 4 radələrində Rəşad yuxudan oyanıb ikinci dəfə ailə qurduğu Aynur Həsənovadan yemək istəyib. O isə Rəşada biraz gözlə, səhər açılsın, yemək hazırlayayım deyib. Saat 4-deyim. Rəşad isə qışqıraraq bu dəqiqə yemək hazırlamalısan. Bu evdə hazırlamasan bu evdə qan tökəcəm deyib. Arvadı Rəşadın xasiyyətini bildiyi üçün qorxudan saat 4 radələrində qalxıb ona yemək hazırlamağa başlayıb. Sadəcə yemək biraz gec hazırlandığından Rəşad onun acığını uşaqlar yatan otağa keçib 6 yaşlı oğulluğu Nuranın baş və sinə nahiyələrinə yumruq, təpi zərbələri vurub. Artıq həmin vaxtda uşaq tam şəkildə özündən gedib. Buna baxmayaraq Rəşad uşağı söyüb, sürüyüb, çölə çıxardıb və orada da vurmağa davam edib. Vəhşiliyə baxırsan, 6 yaşlı uşağa. Ana qarşısına ala İndi qoy bir oxuyayım da, bu məhkəmə qərarıdır, dünən olub. Artıq həmin vaxt uşaq tam şəkildə özündən gedib. Buna baxmayaraq Rəşad uşağı söyüb, döyüb, sürüyüb, çölə çıxarıb və orada da vurmağa davam edib. Həmin vaxtı qışqıraraq səsinə oyanan onun öcək qızı 8 yaşlı Şəbnəm atalığının qardaşı Nuranı və hissəsinə döydüyünü görüb sadəcə onun qorxusundan otaqda ağlayıb. Aynur qışqıraraq Rəşada deyib ki, uşaqdan əl çəksin, yoxsa qonşuları və polisi çağıracaq. Rəşad onun polis çağıracağından qorxaraq uşağı vurmaqda dayanıb da vurmayıb, dayandırıb. Sonra uşaq qusmağa başlayıb və özündən gedib. Aynur oğlunun təcili həkimə apararaq gəlin kesin əyləşin. Oğlunun təcili həkimə aparaq deyəndə Rəşad isə lazım deyil, qoy ölsün. Görün, mən bəzi cümlələri buradan çıxardıram. Pləkandan yıxıb sürüyüb, yaxasından yapışıb. Aynurun yalvarışlarından sonra Rəşad razılıq verib və taksi çağırıb uşağı xəstəxanaya aparıb. Görək, qadına baxayım. Lakin Rəşad ona dəfələrlə xəstəxanada deyərsən ki, uşaq pləkandan yıxılıb, əks halda səni və uşaqlarını öldürəcəm deyib. Onlar uşağı taksi ilə xəstəxanaya aparıblar və həkim Rəşadın dediyi kimi Nuranın güya pləkandan yıxılaraq özündən getdiyini deyib həkimə. Bu da lazım deyil. Əməliyyat da olub. Nuran eşitmə, danışma, görmə, yerimə qabiliyyətini itirib uşaq. İflic vəziyyətdə yataqda yatıb. Aynur Rəşadın qorxusundan 4 ay hər kəsdən uşağın döyülməsini gizlədib. Onun yıxılaraq xəsarət aldığını deyib. Lakin uşağın getdikcə ağırlaşdığını görən görüb və məcbur olub hadisə barədə Xəzər rayon polis idarəsinin 1-ci polis şöbəsinə məlumat verib. Xəzər rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində 1987-ci il təvəllüdlü Rəşad İsmailov saxlanılıb və buna məddələr açılıb və keçirilən ağır cinayətlər məhkəməsində Rəşad İsmailov 15 il müddətini azadlıqdan məhrum edilib. Yox, mən sizə bir söz deyim. Mən qorxdum ki, bunun sonunda Allah'ın olsun burada oxudum. Xəbəri səhər, yəni bir neçə dəqiqə əvvəl göndərdilər. Dedim ki, indi oxu, axırda gəlib çıxsın, öz-özümə fikirləşdim. 5 il, 6 il. Amma yaxşı ki, elə 15 il xüsusi amansızlığın tam orada 10 ildən 17-18 ilə kimi var. Yəni yaxşı verilib. Yəni sizə deyim ki, yaxşı verilib. Ədalətli verilib. Ədalət, hə, tağım əlində. Bəli, elədir. Bu işlərdən elə. Yox, bizim qanunlara görə ədalətlidir. Yəni sizin bəli düşüncənizə görə mən söz demirəm. İnanın 15 il elə bir ömrə bərabərdir. Yəni onun içəridə olmaq məsələsi də var. Elə təqdim elədiyim ağır olsun. Qoy bizi həbsxanadan da izləyirlər. Bilirsiniz, bəzən onlar keçəndə gizlədirlər bəzi məqamları. İnanın belə hallar da baş verir. Şər atıblar mənə və s. Amma bu bilinir. Təcrübə sözünü deyir də, bilinir, hə? Bax, təcrübə öz sözünü deyir. Amma mən bir şey deyim. İnanın ki, o içəridə həqiqəti daha yaxşı bilirlər, nəinki vardı. Məlumat gələ, bax, mənə maraqlıdır. Ələkbər dayı, dünən də canınla əlləşirdin, Allah köməyin olsun, eşitdim. Sağ ol. Sənə mən özüm birini hədiyyə verəcəm. Sağ olun, Allah köməyin olsun. Gedib aptekdən falan heç alma. Aptekdən almamışım, Allah aptekdən. Mənə bax, doğrudan bilinirmi həbsxanaya daxil olan kimi ki, nə üstündə gəlirlər? Əlbəttə, onu maraqlanırlar. Simsiz şəbəkə deyilən şey oradadır. Heç kim gizlədənməz ki, 10 nəfər bir yerdəsən, kağızın gəlir, hamısı. Avuca bu gizlədəndə bilinir. Olmaz, belə şeylər olmaz, qəti olmaz. Görürsünüz, adam tüklər biz oldu. Valla oxuya-oxuya. Allaha and olsun Amil müəllim. İndi bir belə mən bu həyatı görmüşəm. Bəli. Orada bir adam qıraq
Aydı, bəs ananı qınayan varmı aranızda? Tamaşaçılar arasında varmı ananı qınayan? Mən qınayıram. Nə olmuş Xan ki, oğlan gələndə qınayır, bilmirdin. Ümid Sən bir dəfə qınayır. başını daşa dəyib, boşanmısan da ki uşaqla. İkinci dəfə heç olmasa maraqlan da, gör Bax, kimə var mı? gedirsən. Qoy tamam. Sizlərdən varmı ana? Yox, kişilərdə yox, xanımlardan. Bax, siz olsanız nə edərdiniz? Kim danışa bilər bu barədə? Sən danış. Siz olsanız nə edərdiniz? Valla İraq olsun, sizlərdən İraq. Valla mənim fikrim Camil müəllim, evladı olan ana ikinci dəfə ailə qurmaz. Danışdım da indi. Qızım, O yersiz idi. Niyə Bax, qurmasın? bir dəqiqə Qadınların xanım. da. Əgər bu Kişi qadın kişi 30 ailə qura bilər, yaşında- qadın yox. Yox, 30 yaşında ailəsi dağılıbsa və bir uşağı varsa və yaxud 2 uşağı varsa, neynəsin 30 yaşından sonra bu? Sadəcə olaraq artıq sənin övladın var. Sən ailə qurduğun zaman kör-köranə getməməlisən. Sən baxmalısan ki, mən kimə gedirəm? Maraqlı fikirdir. Yox, amma Babək dayı, ana qınanılmalıdırmı? Bax, çünki ana qorxub Əlbəttə bəlkə də, qınanılmalıdır. bəlkə də qorxub, amma qorxubsa 4 aydan sonra bu cəsarəti elədi də. Yox, indi o əvvəlki devrə baxanda, hə, o vaxtı təmiz başqa cür idi. Yəni bütün hamı bir-birinə hörmət eləyirdi, lap boşanana da obisine. Ancaq indi bu devr 70-ci ildən bu yana bütün təfəkkürlər başqa cür. Neynəsin? Cavan adam Neynəsin? 30 yaşında ayrılıb. Neynəsin bu? Ayıb da olması pis yola düşəsi deyil ki. Birinin Ailə yaxşı oldu ki, ikincinə gedir. Anladım. O da onu böyüsün. Valla mən Yer sizə və bir yer şey- eləsin, sonra Babək getsin də də. o qədər birinciyə gedib, ondan Yox, yarmayıb, yox. ikinciyə Nədir? gedib ailə qurub xoşbaxt olanlar var Yox. ki. O qədər var ki. Bir dənə, iki dənə, yüzdə bir dənəsi. Adi heyvan aləmini götürsək ki, başqa bir heyvan babasına hücum eləyəndə ana öz üzərinə götürür, qaçırdı, babasından uzaq qaçırdı. Yəni ki, ana görə ki, beləcə öz evladını taptavuyu var, neyləsə, bu ana özünü qurban verməli idi. Ölməli idi, amma uşağını xilas etməli idi. Mənim üçümcə beləcə olmalı. Bir də o bilirdi ki, Amil orada oxuyanda dedi ki, o ərinin xarakterini bildiyi üçün durur yemək hazırlayır. O elə o sözü deyən kimi ayağa durmalı. Bəli. Əgər sən ərbin xasiyyətini bilirsənsə, saat 4 yox, istəyirsən saat 3 olsun, 2 olsun. Sən həmin saniyə ayağa durmalı. Çox maraqlı. Ceyhun'a verin bir, Ceyhun müəllim. İndi Tağ müəllim sizə söz verəcəm. 4-də durmağı bunun pis vərdişlərinin olmağı deməkdirmi bəyəm? Yəni ən azı onda psixi pozuntu var. Yəni ən azı budur. Yəni bu yuxu pozğunluğu, davranış pozğunluğu o pis vərdişlərlə bağlı da ola bilər, bağlı olmaya da bilər. Mütləq şəkildə bu adamı yəqin ki istintaq yoxlayıb, yəni bu aşkara çıxıb. Amma yəni olur da vərdişlər. Olur əlbəttə. Yəni o ümumiyyətlə hansı kimyəvi maddədən istifadə zamanı yuxu pozğunluğu bir nömrəlidir. Yəni o mütləq şəkildə olur. Tağ müəllim 4-də durmağı. Gecə saat 4-də cəmaət acıb soyuducuya cumanlar bilirsiniz nə qədərdir? Onların hamısı da psixi problemli deyənməzsiniz. Yəni elə içimizdə burada əyləşənlərdən də. Bax doktor özü 3-də cumur soyuducuya. Yəni o şeyi qoyaq kənara, mən bir şey deyəcəm. Yuxudan durmaq olar, kimsə məcbur eləmək, kim durmana yemək. Üzr istəyirəm. Bizə bəzi doğru bildiyimiz yanlışlar var. Bax əzizlərim, və mən ora vurğulamaq istəyirəm. 4 yaşına qədər bütün elm sübut edib ki, uşağın aurası ilə ananın aurası eynidir. Ananın qanı qaralanda uşaq xəstələnir, anada problem olanda uşağa təsir edir. 4 yaşından sonra bu artıq aura bir yerdə olmur. Yəni ana xəstələnəndə uşaq xəstələnmir, yəni uşağa problem olmur. Və ona görə də Allah deyir ki, 4 yaşından sonra uşaqlar atada qalmalıdır. Və mən bunu dəfələrlə verilişdə əsaslandırmışam. Siz deyirsiniz ki, ana orada nəsə eləməlidir. Mən razıyam, düz deyirsiniz. Ana canını da fəda eləyir uşağına görə. Amma bütün analar eyni olmaya bilər, bütün qadınlar. Çünki adam var qorxaqdır, zəifdir, digər xüsusiyyətləri var. Üstə gəl. Bu gün eləməyəcək, sab eləyəcək onu. Ana evdə olmayan da eləyəcək. Bu eləyən adam onsuz da eləyir. Və şiddəti də ən çox tətbiq eləyən cins kişidir də. Elə dur, qadın ki eləmir. Fatma xanım, mən hamını gözlədim ki, qoy mən danışım ondan sonra. Yəni bu günləri uşaqlar atanın yanında qalanda bir fərqli olur, tam başqa bir güvəncədə olur. Siz onun şəklinə baxın danışanda. Bax bu adamın şəklidir. Monitora da verir. Yəni bu şəkli mən təqdim eləyirəm. Yəni göndərilib bizdə prokurorluqdan. Baxın, amma yəni Amil müəllim. Sifətinə baxanda heç demərsən ki, bunda o problem var. Niyə? Düz, yox, Amil müəllim, onu heç kim, əlbəttə 100% ona heç kim o diaqnozu qoyur. Xüsusi bilgili adamlar var, onlar bilir. O da ki, biz burada oturanlar olmaya bilər olar. Düzdür? Sonra baxıram ki, təbliğat gedir.
dayanmadan bütün efirlər, bütün sosial şəbəkələr övladlarınızı tez evlənməkdən qoruyun. Aman da öləcəklər yoxsa. İndi də təbliğat maşını işləyir ki, qoymayın Azərbaycanın əhalisi azalır. Qardaş, həm evlənməyə qoymursunuz, həm də deyirsiniz 2,2 uşaq. Bir dəqiqə bir söz deyim, mən burada sizin bir yanlış adımızı tutacağım, səhvinizi. Ceyhun müəllim düz dedi orası. Niyə? Normal adam uşağı o vəziyyəti salarmı? Yox. Pilləkənlərdən tutub sürüyərmi? Qardaş, elə cümlələr var, mən onu yığışdırdım. Valla belə dəyişən. Bir dəqiqə deyən. Siz qarantiya qoyursunuz ki, içki içəndə normal olursunuz. 4-də içkili idi o. Ay yox, 4-də olmur, 1-də sabah gəldi, içkili gəldi. Ay bala, bu yatıb. O da düzdür. Baxın, bir dəqiqə. Gəlin belə danışaq da, özümüzü allatmayaq. Heç kim orada üzr istəyirəm, arağa içkiyə qadağan zadı yoxdur. Hər kəs qabağına qoyub evində 1 litr də içə bilər, 2 litr də içə bilər. Ondan sonra kim qarantiya qoyur ki, sənin ağlın başında olacaq? Qardaş, bu söhbətləri eləməyin də, biraz real danışaq. Ay qardaş, normal insan deyil ki, bu adam bu uşağa qarşı bu hərəkət edir. Qardaş, deyirəm ki, insan 1 litr içki içəndə o da normal olur. Normal adam dönür olur anormal. Bax, yenə gəlin məntiqlə yanaşacağım. Cinayətlərin 80% içkili halda olur. Bu adam saat 4-də durub. Bax, məntiqlə danışaq. 4-də durub acıbsa, bu içkili ola bilməz. Nə üçün? Çünki bu içkili olsa ən azı 1-də 2-də yatar və bu 2 saatə acıb qalxa bilməz. Çox güman ki, bu elə saat 10-da 11-də yatıb və acmaq məsələsi bunu durğuzub, saat 4-də niyə dururuq yuxudan? Acdığımız üçün mədə bizi məcbur elədir. Bu sən dediyin kimi içib yatsaydı, o bir də ayılacaqdı səhər saat 10-da 11-də ki, vaxt-vaxtda keçir. Mən harada dedim ki, bu Rəşaddır bunun adı. Mən demədim ki, Rəşad içkili olub. Yox, sən onu qoyursan. Mən Rəşaddan danışıram. Bizim verilişin, biz niyə deyirik ki, bizim veriliş gözəl veriliş? Çünki biz buradan praktiki təbliğat aparırıq, profilaktiki. Biz buradan danışırıq ki, ay xanımlar, bəli, mən ümumiyyətlə evlənməyin əksinə heç kim deyənməz ki, qadın evlənməyin deyil. Amma qız uşağı yanında xüsusilə çox təhlükəlidir. Sabah o yanında 12 yaşında, 13 yaşında qız olsaydı, Rəşada kim qarantiya qoyur, 4-də durub neynəyəcəkdi? Və yaxud da ki, o qız uşağı ilə onu evdə tək qoymaq olarmı? Yəni, bunu demək istəyirəm ki, atalar məşğul olmalıdır öz övladları ilə. Qutardı getdi. Rəşadla bağlı bir cümləni də səsləndirəcəm. Niyaməddin, hər vaxtın xeyir olsun. Alo? Alo? Aha, yenidən qoşar. Niyaməddini qoşar, sonra bu mövzuya gələcəm. Orada bir cümləni ürəyimdə qaldı, amma oxuyacağım. Niyaməddin bir daha deyirəm, Sabiqin cansız bədənini tapan şəxsdir. İddiasına görə məndir, Rəşadın avtomobilini, Rasimin avtomobilini gördüm və deyəndə ki, Rasimin avtomobili bu ərazidə nə gəzir? Düşüncələrim gəldi ki, bu adam içkili olub yəqin. Sonra ona deyiblər ki, bəs axşam içkili olublar. Dərədə də bir nəfər yatıb. Mən düşündüm ki, birinci Rasimdir. Yəni, çünki avtomobilini gördüyü üçün Rasimi düşünüb. Amma gəldim, gördüm, xeyr, yerdə yatan Sabiqdir. İndi zəng qoşulsun, ona bir sualımız olacaq. Suallarımızı çox qısa ona verək. Yenə də deyirəm, və Bakıda digər tükürpədici hadisədən danışacağım. İstənilən halda uşağa qarşı belə addım atan və mənə bu dəqiqələrdə Instagramda yazırlar, ömürlük və s. Bu, qanunvericiliyə görə inandırım sizə ən gözəl, yəni oxumağı ilə. Allah şahidimdir ki, mən onun son cümlələrini oxumamışdım orada. Veriliş başlayan ərəfədə gəlmişdi Gmail adresimə. Amma həqiqətən də çox yaxşıdır. 15 il verilməyi tamına tamdır, yəni sizə bunu deyim. Və o maddələri də burada qeyd eləmişlər, oxumadım. 29, 120, 2-2. Yəni, bu xülqanlıqda deyəsən, Tağım müəllim, siz əslində deməlisiniz. 120.2.2. Yox, ayrıdır, o 129 Cinayət Məcəlləsinin. Yox, ayrı şeydir, o 29. Adam öldürməyə cəhd olmalıdır o. Rəşadın məsələsində 29.120.2.2, 29.120.2.4. Bunlar məncə cəhd. Niyaməddin, hər vaxtın xeyir olsun. Niyaməddin, bir daha təşəkkür edirəm, amma bir sualım olacaq. Rasimin avtomobilinin tapıldığı yer var. Ora ilə dərədə Sabiqin yatdığı yerin təxminən piyada neçə metr və yaxud da dəqiqə ilə neçə dəqiqəlik yol olar? 1 kilometr olar, kilometr yarım olar. 1 kilometr. 1 kilometr olar. Bu bizə çox vacibidir. Amma bunların yeyib içdiyi məsafəni, sən kişisən də bilirsən, yeyib içdikləri restoranla dərənin arasında məsafə nə qədərdir? Bilmirəm o qarda yeyib içiblər. Təxmin, harada yeyib içiblər Pərvanə xanım, bilirsiniz? Həsrətin evində. Həsrətin evində. Kəsini, orayla buranın arası, arası bir 800 metr sat verər. O da 1 kilometr götürək.
Ha, o da 1 kilometr. Aydındır, Rasim, Niyamətin təşəkkür edirəm. Yox, qoşacağım, birazdan xahiş edəcəm Niyamətindən, amma hələlik alaq. Baxın, biz elə bilirdik 10 dəqiqəlik məsafədir. 800 metr 10 dəqiqəlik deyil. Bu elə orada baş verib. Yəni yaxınlıqda gətirib atıla bilər ora. Çünki ay Pərvanə xanım, siz mənə dediniz bir 10-15 dəqiqəlik yoldur o məsafə. 1 kilometri. Həsrətin evinin Maşınla gətiriblər, maşından düşürdü. Çünki onu orada hərəkətlə yetirsəydilər, o axşamdan orada olmuş olsaydı biz bunu iddia edirik ki, bunu hər kəs görərdi. 1 kilometr. Bax, iddia budur. Bu insan tək başına, yaxşı maşın apardı, Drabilka deyilən ərazidə tərk elədi. Daş sexində. Oradan getdi Gənciyə. Piyada mı getdi bu? Oradan getdi, gəldi Sədərəyə, oradan gəldi Sumqayıda. Bir insan bunu nə qədər elədi? Üstü qanlı tək mi gəldi? Çox məntiqli danışırsınız, düz deyirsiniz. Mənə elə gəlir ki, orada öldürüblər. Sonra da qoyublar maşına. Ora zibilxana kimi yer idi. Ehtiyac yoxdur oradan. Tullayıblar, ora çıxıb gediblər də. Burada nə var? Maşını da saxlayıblar orada görən olmayıb. Bax, ola bilər ki, oradan onu nəsə bir ədyalın arasında püküb gətirsinlər. Çünki qorxublar ki, maşının təkərinin yeri qalacaq. Bu xalı yumaq söhbəti var. Bu nə məsələdir? Dünən verilişdən sonra dedim. Biz elə bil biz 3 verdiyimiz gün bizə xəbər gəldi ki, onlar çoxlu xalı yuyublar. Sən eşidəsən ki, oğlunun meyidi tapılmayıb. Mənim oğlum ölüb, oğlumun cəsədini Rasimi də o cür axtarırdılar. Bəli. Ki, yəni oğlu Sumqayıtda onda belə başa düşdüm ki, onlar belə deməli Sabiqin artıq cənazəsidir, həyata keçirilir. O anda Rasim ortada olmayıb axı. Atası deyir könüllü təslim olub. Ortada olmayıb. Onlar da düşünüb ki, mənim oğlum ölüb. Yox, düşünməyiblər. O üstünü dəyişib gedib. Atasının bu işdə əli var. Atası, baxın, bir dəqiqə. Bəli. Deyirsiniz ki, onlar da deyirdilər ki, mənim oğlum ölüb də. Belə dediniz də indi. Yalan deyirlər. Yalandan deyiblər də, yəni deyiblər də, amma olub da bu cümlələr. Bəli, bəli. Yəni deməmiz odur ki, xalı... özümüzün adamlarımız da şahid olub. Deyir, sənin oğlun da itib də, xalı yumaq vaxtıdır, bu cür çıxır da cümlələr. Neçə xalı yuyulub görəsən? 3-4 dənə dedilər xalı yuyulub. Kim dedi onu sizə? Sevdə olub, ona görə xalını yuyulub. Yox, baxın, vallah bu bir söhbəti şirdib deyənlər. Kənd Sovetimizə o əlində bir sübut küçüyə su axıdılmışdı, küçüyə. Biz Kənd Sovetinə dedik, bu nə sudur? Qonşusuz, yaxın. Hə, qonşuyuq. Kənd Sovetimiz də gedib soruçanda deyiblər ki, xalı yumuşuq. Xalı yumuşuq. Yaxşıdır, oğlun başına iş gəlib xalı yuyurlar. O anda nə yaxşı düşünmürsünüz ki, niyə su axır? Şübhələnirdinizmi Rasimdən? Şübhələnirdik, bəli. Bəli, yox, içəri girib görən adamlar da bizə xəbər gətirdilər ki, xalı yuyub sərmişdilər. Kənd nümayəndəsi, icra nümayəndəsi, yəni kim idi o adam? Dedi ki, xalı yuyurlar. Qabil müəllim. Qabil müəllim, yəni bunu sizə deyib. Bəli. Yəni Qabil müəllim... Yəni bizim şübhələrimiz üst-üstə düşür ki, bu evdə olub, qan xalıya düşüb, bunlar qəşə meyidi yuyublar, xalında yuyublar, qəşə təmizləyiblər, gətirib atıblar. Yəni meyiddə qan yoxdur. Səhər-səhərdə yox, gün orta saatlarında. Burada vacib məqam bilirsiniz nədir? Axşamdan atılmış olsa... Çox güman ki, adi təmizləyici vasitə ilə yuyublar da xalçanı. Böyük ehtimalla ki, yəni xüsusi vasitələrdən istifadə olunmuyor. Xalçada izi tapıla bilər qanun. Yox, mən sizə bir söz deyim. İraq məndən, laf özümdən yenə də misal çəkəcəm. Mən birini öldürmüşəm. Mən o anda bilirəm ki, bütün şübhələri özümə çəkməməliyəm. Niyə xalı yuyum həyatın ortasında? Ay yaşa, mən o sualı verəcəydim. Qardaş, onu götürərəm, gizlədərəm. Özlərini itiriblər. Soyuq başla onu fikirləşirsiniz. Yox, soyuq baş adət yox. Bir dəqiqə deyək, qan qarsın orada. Gizlədərəm də xalını. Nə, deyəcəklər ki, xalılar hanı? Gələn adam açıq deyib, bu xanım girəcək evinə deyir, sən burada xalçan var. Apar başqa yerdə yuya bilmərəmmi? Deyirəm ki, həmin üstə qan var, hara aparacaqsın? Hətta maşını belə satıblar. Hadisə yerində cəmaatını gördüyü suyu niyə buraxsınlar küçəyə? Suyun qarşısını alardılar. Nəvəsinin Azərin maşınını satıblar. Peşəkar deyirlər. Biz Amerika filmlərinə baxırıq, öldürdü. Biz ümumi deyirik, biz kiməsə nəsə demirik. Yəni bu hadisələrin fonunda danışırıq ki... Hələ ki məntiq belə gedir. İndi bəlkə başqa şeylər çıxacaq, başqa məlumatlar ortaya. Bizim o lirik hadisəsində də, bax bu məsələ yadıma düşdü, sağ olsun, orada Etibar bəy idi lirikdə. Yəni burada baş verənlərin hamısını nöqtə bə nöqtə izləmişlər. Biz 8 ayda tutulmurdu oğlan. Məsələ odur ki, burada da bir məntiqsizlik var, onu tam tuta bilmirik bir söhbəti. Yəni suyu niyə kənara axıdım yaxşı? İndi Ceyhun müəllim deyir soyuq bağı. Onların tam ağıllı da. Kanalizasiya axıdırlar, kanalizasiyadan da daşır. Hər kəsin bir
Otur onu deyərsən. Bax, deyilə başlamağında mən məcbur edim. Otur, söz verəcəm. Yaxşı, buyur Peyman. Bilirsən, Amir müəllim. Öyrəşmirsən belə yerlərinə baxmağa. Götür. Yox, baxırdım ki, görüm. Buyurun. Bəzən siz təxribat xarakterli işləməyən mikrofonları verirsiniz. Yox. Ona görə deyirəm. Çox istədiyinizdən irəli gəlir. Bilirsən, Amir müəllim, həmin vaxtda bu insanların beyni o qədər dumanlı olur ki, artıq özündən qeyri-ixtiyar... Özə siz getdiyiniz adamda da elədi, yəni yaxşı baxdınız ora. Həqiqətən sizdə o cür maraq var. Soğal suyun təsirindən ola bilər, içinən suyun təsirindən ola bilər. Bəzən özüm də elə hallarda hiss eləyirəm özümü qeyri-adekvat hərəkətlərlə bağlı, o sizə səsləndirdiyim xoş sözlərlə bağlı. O da içinən suyun təsirindəndir. Onu nəzərə almaq olar. Amilin naciyyatına. Yox, mən ona sözlər deyirəm. Buyurun, buna gələk, mən gələcəm. Sizinlə bağlı bir var Peyman bəy bu arada. Əsas məsələ odur ki, Amil oğlum, burada həmin hadisə törəyən ərəfədə bu insanlar beyni dumanlıdır axı, özündən qeyri-ixtiyari addımlar atır. Və şəxsin də, o valideynin də polisə müraciət eləməsi ki, mənim övladımı itirmişəm falan, yəni rahat şəkildə də, yəni mənim də övladım yoxa çıxıb, sanki fikirləri yönləndirsə ki, sizin övladınız ölüb, bunların düşüncəsi. Ola bilər ki, sizin övladınızın qətl hadisəsi törədən şəxsə bunun övladına qarşı da o addımı atıb. Bunun övladını da öldürüb. Fikir ayrılığı. 4 gün biz elə fikirləşdik. O fikirləri yayındırandan sonra burada isə evimdə bəli, o normal halda... Şəhətdən gələn mesajları, məlumatların hamısının qoşacaq birbaşa efirə. Məntiq sığa bilməz. Ona nə qədər sən peşəkar əməliyyatçı, peşəkar kriminalist olmalısan ki, gəlib onu araşdırmalısan ki, görün bu xanlı hansı məqsədlə yuyur. Göygöldən kimlər qoşulacaqsa, kətdən qoşacaq, məlumatlar verəcək. Amma mesajlar gəlib, mən... Onun atasının çox soyuqqanlı danışması ki, mənim oğlum getdi, ora qoşuldu, bu böyük yanlışlıqdır. Sənin oğlun 3 gün ortaqda olmadı. Yaş elə bir şey düşüncələrinizdə var etsə halının yuyulması ilə bağlı da. Niyə polis niyə orada ekspertizə təyin eləmədi? Şəxsən mən atamın adını Sabir olaraq tanıyıram, Sabir olaraq ərzəmdə yazmışam. Göygöl polisində mənim atamın adı Məcid olaraq dəyişdirildi. Bəli. Bu böyük iddiadır. Yox, özüm ərizəni qolumla, əlimlə yazıb qol çəkmişəm. Yox, qalsın bu, qulaq asın. Xanım, şəxsiyyət vəsiqə təqdim eləmişsiniz, orada atanızın adını məlumat verərəm, qulaq asın. Siz nə bildiniz Məcnun yazılıb ora? Bəlkə texniki səhvdir. Texniki səhv olub. Mən sizə, bax, gəlin burada qalsın, mən sizə bir söz deyim. Bax, mən sizə bir söz deyim. Vallahi, billahi, mən Naxçıvana da uçmuşam, Belarusiya, Ukraynaya daha doğrusu və s. Mənim soyadım, amma adam məhətəl qaldırır, finkodla götürülür, söz yox, əsas finkoddur. Xəlilov da yazan olub, aeroportda. Bax, and olsun Allaha, Xəlili də yazan olub. Rəsmi məndə Xəlildir, rəsmi. Valla, mən dünənə kimi elə bildim Xəlilovdur. Sən qısadıb özə təxəllüs yox. Mən məhkəməyə vermişəm, bizdə Xəlilovdur. Amma məni məsələn, rayon üzrə çıxartmırdılar, mən məhkəməyə verdim. Dedim, mən istəmirəm Rus sonluğunu. Yəni, konkret olaraq sonluqda məhkəmə ilə imtina eləmişəm. Yəni, sizə bunu deyim, hətta indi doğulan uşaqlara da o bu verirlər yenə. Amma mən dedim, istəmirəm, amma mən istəmirəm. Və məhkəmə ilə çıxartdım. Amma günü bugün aeroportda deyirəm, Xəlilovda yazıblar. Vallahi, billahi Xəlizadə də yazıblar. Xəlili də yazıblar. Hətta mən Naxçıvana uçanda yenə Xəlili yazmışlar. Dedim, ay xanım, mən Xəliləm. Bu iyini, fars sonluğunu hardan gətirib caladınız bura? Gələndə də gedəndə irad bildirmədim, qayda bilmərəm deyə. Çünki bileti almışdım. Amma o cürdə qayıtdım. Çünki texniki səhvlər olur, finkodla adamı götürür. Yəni finkodu da, əsas finkoddur. Ona görə də mən düşünürəm ki, burada heç bir polisin həqiqətən bir yanlış addım olmaz. Onunla nə əldə eləmək olar? Heç nə əldə edə bilmər. Ona görə də texniki səhv. Yox, mən sizi başa düşürəm ki, ağzı odludur. Düşlər demişə, çox takılmayın elə mən bu dəqiqə siz danışanda sözünüzü kəsəndə də siz düşünə bilərsiniz ki, deyə nə oldu Amil mənim sözümü kəsdi. Yəni bu normaldır. Mən bunları adi qəbul edirəm ki, normal. Bizim Sumqayıtda bir hadisəmiz var. İndi biz o cinayətlərin ikisini bir araya salacaq, o qızın ölümü ilə də bağlı və çəkiliş olacaq. Sadəcə müddət söhbəti var da, öndə olanlar var. O dəqiqədə bilirəm, düşünürlər ki, getdim qeydiyyatdan keçdim, çağırmadılar. Amma burada qeydiyyatdan keçənlər var ki, bir aydan sonra çağırmışıq. İndi ölüm işlərini biraz önə salırıq. Buyurun Fatimə xanım, amma gəlin bu bir xəbər də deyim. Bakıda 30 yaşlı dayı 15 yaşlı bacısı oğluna qarşı zorakılıq törədib. Xoş olmayan hərəkətlər törədib. O 9-cu sinifdə təhsil alan bacısı oğluna qarşı 3 dəfə bu addımları atmağa cəhd edib. Şiddət, döymə və s. Həmin şəxs həmin videonu, həmin şəxsi ilə həmin
anın videosu ələ verib. Belə ki, həmin anı telefona çəkib, zövq almışlar döyəndə, indi belə deyək, şiddət göstərində və s. Onu telefona çəkəndə həyat yoldaşı telefonda görüb, qadın ərinin hərəkətlərinə dözməyərək polisə məlumat verib. Zərər çəkmiş məktəbli, indi detala baxın siz, məktəbli və onun təmsil edən hüquqi varisi məhkəmədə təqsirləndirilən dayıları ilə bağlı, yəni təqsirləndirilən şəxsdən şikayətçi olmayıblar. Mən bir şey... Yenə də elə onlara görə mən deyim. Təqsirləndirilən şəxs və çəkmiş aralarında cəmi bu halın döyülmənin şiddətin bir dəfə olduğu deyilib, amma o isə 3 dəfə olduğunu etiraf edib. O da məlum olub ki, təqsirləndirilən şəxs bundan əvvəl başqa birini şantaj etdiyi üçün həbs edilirmiş. O, bir il qabaq vaxtından əvvəl cəzasından şərti olaraq azad edilib. Amma bu dəfə, baxmayaraq dayıdan şikayət olunmayıb, buna rəğmən 2 il 6 ay həbs cəzası verilib. İndi Tağı müəllim, şikayət olmasaydı təxminən nə qədər cəza gözləyərdi? Olsaydı. Əgər burada hansı maddə... Olsaydı, üzr istəyirəm. Hansı maddə... Bir qaldırın dostlar, zəhmət olmasa. Hansı maddə ilə? Bir də mənə. Bax belə, şiddət, döyülmə, bu... Hə? Elə 3 il veriblər də, elə. Şikayət olmadan 3 ilə yaxın veriblər də, 2 il 6 ay. Şikayət olunsaydı 3 il düşünmürəm. Yox, ondan da maksimum verirlərdi, 5 ildə verirlər orada. Məncə buradan 5 ildən çox düşərdi. Yox. Döyülmə falan. Aydındır. Ramilə studiyamızdadır. Maddənin aslında 2-dən olanda başqadır. Ramilə studiyamızdadır, Ramilə artıq buradadır. Qızı. Valla dünən o cümlənin dedilər, valla yazığım gəlir sənə də həqiqətən baxmayaraq. Yəni istəmirsən ki, ailədə dəyərlər yerində olsun. Amma görürsünüz, mən bir dəfə bir cümlə dedim, səs-küy götürdü ailəmi bir-birinə, düzdür, 94,5% insan mənim tərəfimdə oldu, təşəkkür edirəm. Tam 5-i də bilirsiniz də, hesaplamışsınız. Bəli, süni intellektlə hesablamışıq. 17 min nə qədər komentar atmışdıq ora, 17 min nə qədər. Biz süni intellektə atmışdıq, sözüm onda yox. Amma görürsən, sən də istəmirsən ki, dəyərlərimiz yerində olsun, qızın sənin dediyin yoldan geçsin, oğlun sən dediyin yoldan geçsin. İndi də deyirlər, yox, niyə elə deyirsən, çıxır gedirlər. Bir qısa ara verək. Bu arada şənbə günü saat 11:40-da Xoş Gəldimin yeni buraxılışı var. Fərqli bir buraxılış olacaq. Mən sizə bir söz deyimmi? Hətta onun anonsunu biz şeirlə yığdıq. Nəyə görə? Çünki bu kənd vaxtında çoxlarına qucaq açıb, kəndin öz əhalisi ilə bərabər, hətta Qərbi Azərbaycandan gələnlər də bu kəndə pənah gətirir. Bax, mən bir söz deyim, mən çox bəyənirəm Qərbi Azərbaycandakı insanların bəzi addımlarını. Nədən gedir söhbət? Yəni, pis niyyətlə demirəm, ha, yaxşı mənada. Onlar 88-ci ildə zorla öz ərazilərindən çıxarıldı, zorla. Amma dəyişdiriş vaxtı deyək də, o zaman onlar gəldi, heç olmasa öz ərazilərinin oxşarını axtardılar. Ki, yəni, bax, mənim kəndimdə belə dağ var idi, meşə var idi, mən gəlib şəhərdə yaşaya bilmərəm deyənləri çox oldu. Bu kənddə, o kəndə qucaq açanlar qucaq açmışdı və buranın yerli sakinləri ilə bərabər bu kənddə yaşayıblar. İndi çox təəssüf ki, həm yerli cəmaatı bu kəndi tərk elədi, həm də 88-ci ildə gələnlər, həm 90-cı illərdə məcburi köçkünlər, indi şükür Allah, məcburi köçkünlər öz baba dədə yurtlarına qayıdır. Oradan da bir boşluq yarandı. 88-ci ildə gələnlər də artıq bir təhər məcburən başqa addımlaxdı. Bir də yerli sakinləri kəndi tərk elədi. Bax, bu cür gözəl mənzərəsi olan bu kənd nələr baş verir, gəzəcəyik, göstərəcəyik, çox gözəl mənzərəsi var. Orada bir kadr var ki, yəni sağdan müasir dövr, solda tərk edilən ocaqlar. Çox qeyri-adi bir kənd idi ki, bunu deyəcək. Qərb bölgəsində olacağım yeri gəlmişkən. Nədir o? Mikrofonu ver görüm. Ceyhun müəllim, mikrofon.
Bunu bax bizim burada olan iştirakçımız düzəldi. Bax onun əl işləridir. Gör nə Kimin gözəl. əl işidir o? Xanımın adı nə idi? Sizin əl işinizdə, nə gözəl. Bunu mənə hədiyyə eləyib gətirib. Çox qəşəngdir. Mən istədim buna təşəkkürümü bildirəm və insanlara da demək istəyirəm ki, bax bu cür belə bir xanımlar var. Mən sizi inandırım ki, o mənə gəlmişdi. Reklam arası nə inibsə, çünki nə bilirdi ki, Fatimə bu gün gələcək. Yo, məndən soruşmuşdu. Nə iş görübsə, o ora gedib. O uşağa aid bir şeydir. Sənin uşağın yox evdə. Bundan sonra nəsə də düşünmürsən. Mən də sənin qızıva hədiyyə eləyərəm da. Gözəl rəsmiyyəmizə. Aldı əlindən. Gördün. Gözəl rəsmiyyəmizə hədiyyə eləyərəm. Sən nahaq fitfə etdin. And olsun Allaha o Fatiməyə gəlməyib. Qanıma bələnim o Fatiməyə gəlmişdi. Onu o orada nətər çevirdi. Nə inədisə bax o qızın başını elə çevirdi. Bu manipulyasiya elədi, sən də inandın. Yaxşı, zarafat edirəm. Fatimənin çox gözəl yeri gəlmişdi. Nəvələri də var, ailəsi var, övladı var, Allah'a şükür. Elə o qalar, Allah'a şükür olarda. 070. Deyir, burada bir nəfərin qanına bələnibsə, o da peymandır, mənəm deyir. Bax belə. Nəysə, gələcəm bu bir məsələlərə. Dediyim kimi izləyərsiniz. Ramilə də studiyamızdadır. Onun qızı danışmaq istəyir. Dünən çətin də olsa bəzi mesajlarını səsləndirdim. Ondan sonra Ramilə daha da açıqlama verdi. Amma biz yenə də o üçlüyü Sabiqin ölümü ilə bağlı gözləmək mövqeyindəyik. Dərənin bir daha görüntülərini veririk. Amma hələ bir nəfər demir ki, bəs ola bilər ki, orada öldürüb. Qan məsələsi. Mənə dünən kriminalistlər yazmışdı. Bax, burada mesajlar var ki, xalı məsələsini neçə kəndin nümayəndəsi mənə yazıb. Hətta deyirlər ki, bir kənd əhalisi olaraq düşünür ki, sahibin ölümündə atası, qardaşı iştirak etməsə də meydin yuyulmasında, dərəyə atılmasında ailə üzvləri iştirak edə bilər, iddia olaraq səsləndirilir. Çünki həmin gün Rasimgilin evlərində xalçalar yuyulurmuş, qonşular gedib ki, bəs bu nə sudur axıdırsınız? Görüblər ki, xalçalar yuyulurlar çox sayda. Həmin vaxtda Rasimin atası polisi aldadaraq, yanıldaraq, oğlum yoxdur, ölüb deyib. Yəni, Rasimin meydini axtarırdı, deyir polislər. Rasim ölkədən çıxıb getsin, vaxt itkisi olsun iddiaları var ortada. Bir iddia da belədir, bu iddia olaraq səsləndiririk. Rasimin, hətta deyir ki, sonuncunun oğlu, qardaşı, indi adlar yazıblar, bacısının oğlunun dərədən çıxan görüblər. Bunu bütün kənd danışır, deyir. Eşitmişsiniz belə bir şey, Pərvənə xanım? Mən onu demək istəyirəm. Qardaşın, bacısının, oğlunun maşını sürətlə oradan uzaqlaşıb. Mən bunu dəfələrlə müstəntiqə demişəm. Deyir, elə öldürən də odur, boynunu alıbdı. Deyirəm ki, bacısının oğlu oradan gedib də hal-hazırda da maşın satılıb. İndi gələn xəbərlərə həmən maşın. Rasimin maşını. Yox, bacısı oğlunun maşını satılıb. Mən o maşından şübhələrindən xahiş edirəm, o maşın müstəntiqimiz qulaq asırsa araşdırılsın. Mən dəfələrlə gedib demişəm, canlı gedib demişəm, ancaq... O maşın araşdırılsa, bilirsiniz də paltarın lifləri olur, maşında qalır. Ekspert o dəqiqə deyəcək ki, bəli, bu meydin, belə deyək, paltarın orada lifləri var. Mən sahibin meydini tapanda tamaşaçılardan biridir, bilməm, bu səhv eləmirəmsə bəlkə də bizim efirə qoşulandı. Mən sahibin meydini tapanda oraya getdim, hadisə olan tapılanda. Yox, bu ayrıdır. Hadisə olan yerdə təxminən bizdən 200 metr aralıdadır. Orada xanımlar mənə dedilər ki, maşın gəlib aşağıdan qara maşın imiş, meydi atan maşın. Belə düşünürlər. Ancaq mən inanmırdım ki, nəsə ola bilər. Bu ola bilər. Günün gün orta çağı o qədərmi lazımdır? Qorxmurlar. Hətta orada elə evlər var ki, pəncərədən də baxsan, hadisə onların yeri görmək olar. Amil bəy, deyirsiniz ki, kənd əhli niyə danışmır? Çünki bizim kənddə çox adam bir-biri ilə qohumdur, uzaq da olsa. Şəxsən mənim haradasa Rasimlə də, sahiblə də uzaq da olsa qohumluğum var. Rasimlə hətta iki tərəfdən qohumluğum var. Ancaq bu məsələdə günahkar Rasimdir. Borclu olduğu halda sahibi belə arxadan vurub öldürüb. Qohumluq deyənə bax, bir nəfər də belə yazıb ki, Amil bəy, hər vaxtınız xeyir olsun. 2 dəfə demişsiniz ki, gənc cəmaatı niyə qoşulmur? Vallahi hər iki tərəf bizə qohumluğu çatır, amma biz də bəzi detalları bilirik, anonimlik qorunsun. Bu işi tək Rasim görməyib, içkili vəziyyətdə baş verib və düzdür, boynu alsa da ailəsini bu işdən uzaqlaşdırıb. Belə bir iddialar var.
Mən ona görə deyirdim və mən onu deyirdim ki, niyə mən bax görürsüz suallarıma cavab yazırlar, neçə belə mesaj var. Deyirəm məhdəl qalmışam ki, dəfələrlə hər gündə bizdə cinayət kriminal layihədir. Verəndə bütün kənd qoşular. Bu mövzuda yoxdur. Yəni kənd bir-birinə qohumdur. Kənd susur. Deməli yaxşı ki, mən hətta tezləşdirib ora getmədim. Çünki heç kim danışmayacaqdı. İkisi də qohumdur. Amma günorta vaxtı heç kim risk eləyib, birdən-birə maşınla ora gedib, o meyidi ora atmaz. Bu heç bir məntiqə sığmır. Bunlar dəhşətli içibsə, bu hadisəni törədib və gedib evə də deyib. Evə də deyib. Deyib ki, mən bu hadisəni törətmişəm. Məcburiyyətdən də evdə olmasın, bəlkə də indi valideynlər də həmin anda biraz empati quraq da düz deyirlər, soyuqqanlı düşünməyiblər, ola bilər dərhal köməklik, niyyət və s. ölkədən qaçış plan, axı dedilər axı 3 gün bu adam ortada olmayıb. Mən sizə bir şey deyim, o onu öldürəndən sonra ümumiyyətcə o meyidi ora Rasim gətirməyib. Rasimi elə həmin saniyədən yoxa çıxardıblar. O meyidi onlar özləri gətirib, çünki Rasimin vaxtı az idi, Rasim çıxmalıydı. O meyidi ora qoymamışdan öncə Rasimi yoxa çıxardıblar. Ondan sonra Rasim meydini ora gətiriblər. Rasim orada iştirak eləməyib. Növbəti açar bəlli oldu. Açar odur ki, bu ailə, Rasimin ailəsi də Rasim ölüb iddiası qoyub ortaya. Görərsən, indi bir soruşaq atasını mən məcbur eləməyəcəm qoşulmağa, amma bir danışın görün qoşulmaq istəyərmi? Məcbur eləməyin sadəcə. Nəyə əsasən ölüb deyirsən, gözünlə görməmsən, bir şey eləməmsən. Adama deyərlər, niyə deyirsən oğlum ölüb? Bir şeydən itdən danışmırsan, öz oğlundan danışırsan. Cəmaat az qala ölən oğlunun üçün deyir ki, yox ola bilməz. Mənim oğlum öz aləmində izatırır artır. 3 gün ərzində 4 izazdırır. Canlı yayımda. Biz şahidi olmuşuq ki, bu xalçaların halların yuyulması bu yay aylarına təsadüf eləyir də. Sağ ol, soyuq günü xalça yuyulmadı. Yəni birdən-birə deyəlim ki, evdə az yaşlı uşaq varsa bir halını bulayıb, batırıb. Deyəlim ki, az yaşlı uşaq varsa, nə bilim, əlindən nəsə bir şey düşüb, çiklənib. Bu xalların hamısı niyə birdən-birə yuyulmaqdır? Bu da məntiqlə ona əsas verir ki, yəni bir xalını biz yusaq, birin yusaq, qışın günü niyə yuyuruq? Bu bir. İkinci də qonşular sual verər ki, niyə görə hadisə olunan çox güman ki, məntiqlə də biraz dərin düşüncəsi olan insanlar deyər elə bu halının üzərində olub hadisə, ona görə bir xalı yuyulur. Ona görə bir çox halları, evin içindəki çox hallar yuyulur ki, iz hazır olsun ki, mən ümumi evimin halları yuyuram. Amma oğlunu polisə veribsə, təcili deyin, qoşulmaq istəyirmi? Düşər, yıxılar, buradan o yana. Oğlunu polisə verib, oğlunun itkisini axtaran ailə niyə xalı yusun? Yəni, doğrudan da belə səmimi söhbət eləyək də, adi avtomobili vurursan, həmin gün heç bir iş görmək istəmirsən ki, Yüngülvarı qəzə olur. Elə bir ki, yox, oğlun ölüm xəbəri gəlib, oturub ağac əkirsən, gül əkirsən ki, qoxular da olsun. Heç oğlunkün qoydun bir kənara, qonşuda cavan bir adamın ölüm xəbərini eşitmirsən və sənə qohumdur. İnsan öz evində yemək belə pişirə bilmir ki, xəbərim var, filan kəs rəhmətə gedib, elə pis olmuşam, gedir o evə köməyə fulana. Sən nə dərəcədə rahatsan ki, sənin qonşunda cavan bir adam rəhmətə gedib, sənin də oğlun ortalıqda yoxdur. Sən bir o qalmış ki, xalı yuyandan sonra kebab da çəksin. Toylara da gedir. Ayın 8-i də toy məclisində olub. Prokurorumuzun bugünkü gün prokurorumuzu yenə yanıldır. Nəvəsini polisə verir. 20-si günü oğlunun evində bayramçalıq eləyiblər. Bayramçalıq ora gəlib. Polis Xonça Bəziyev onun nəvəsinə polisdə işləyir hal-hazırda. Onun nəvəsinə 20-si gün bayramlıq gətirib. Bu hansı məntiqə uyğundur bilmirəm. Hətta özü ayın 8-də həmən qudasından toy məclisində olub ayın 8-i günü. Bəli. Amma burada bir dənə məntiq var. Yəni bu adam hadisəni tək törətməyib. Tək eləsə də belə buna bu işdə köməkli göstərən olub, ən azından həmin o mərhumun ora aparıb qoyulmasında, yerə, həmin o hadisə yerinə qoyulmasında, maşınla qaçmasında, yəni burada bir nəfəri məsuliyyətə cəlb eləməklə işi bağlamaq olmaz. Qardaş, bu işdə buna dəstək olanlar var, cinayəti bilib də gizlədənlər var, onun üçün xüsusi maddələr var. O şəxslər də cəlb olunmalıdır istintaqa. Onlara da bir cinayət məcəlləsində hər hansısa bir maddə tövsif olunmalıdır.
Bunlar niyə yaxasını çəkirlər kənara? İnan ki, onlara da hər hansısa bir maddə, cinayəti bilib də gizlətməklə bağlı tövsif olunsa, onlar hər şeyi, bütün kartları açıb deyəcəklər. Amma bir şey var da, burada sahib içkili olub, çox içkili olub, həddindən artıq. Orada onu vuranda tək olub. Niyə mən bu dəqiqə sizə deyim? Yadınızdadırsa, burada xanımın yoldaşı dedi ki, əlinin içi kəsik-kəsik idi. O hal olmayıb içkidən. O onu vurduqca o bıçaqları saxlamaq istəyib. Əgər o ikinci bir adam olsaydı, onun qollarını tutardı. O zaman onun əllərinci kəsilməzdi. İkisi içməyib baxı bunlar. Başa düşdüm də. Yox, bunlar ikisi olub, 3 nəfər deyil, xəbərim yoxdur. Yox, bunlar ikisi olublar. Sadəcə olaraq o bıçaq atdıqca bu halsız olub. Ona cavab verə bilməyib, amma bıçaqları saxlayıb. Mən düşünürəm ki, orada bunu öldürən neydi oğlan adı? Rasim deyil. Amma o birilər sadəcə şahiddir. Şahid olmaq istəmir deyə özünü qatmırlar. Mən, yox, onların nə marağı var ki, bunu öldürsün, hələ bir əlini də tutsunlar. Üz üstünə dəli olan Rasimdir. O birilər dəli deyil ki. O birilər sadəcə baxıblar, bunların yanında hadisə baş verir. Qorxularından deyir, qardaş, mən niyə şahid deyiləməliyəm? Görməmişəm, bilmirəm. Qutardı. Məsələ budur. Yəni, yanında olsa belə, o əlində tutsun ki, əlini, yazığın da düşməni deyirlər ki, tutsunlar əlini. Bu dəlidir sadəcə. Biraz da içəndə dəli adamlar bilirsiniz də təmiz ağlını itirir də. Sadəcə olaraq burada Rasim onun meyidini gətirib, cənazəsini gətirib ora qoymaqda qəti iştirak eləmir. Belə Rasim hadisəni törədən kimi onu çimizdirib, paltalarını dəyişib çıxardıblar. İçki məclisi harda baş verib? Bunlar harda içiblər birinci? İçki məclisi Həsrət deyilən şəxsin evində olub. Ay sağ ol. Orada aralarında münaqişə olub. Deyirlər münaqişə olmayıb, şahidlər deyir olmayıb. Deyib gülə-gülə çıxıblar. Deyib gülə-gülə çıxıblar. İndi gedirlər dəriyə düşürlər. Hadisə olan yerə sarı gedirlər. İndi orada nə olub, nə olub bilmirəm. Amma niyə heç bir olmadan birdən-birə dərəyə getmək barəsində qərar verirlər? Baxın, kənd əhli artıq danışırlar, anonimlik qorudu deyənə mən olan adlarını çəkmirəm, sözün də sözdür. Xalı məsələsində demək olar artıq 21-ci mesaj da gəlir ki, və daha mesajlar var. Məsələn, tanıyıram, qohumdur, xahiş edirəm adım çəkilməsin, xalı söhbəti düzdür. Amma oğlu ölən ata niyə xalı yusun, ana niyə xalı yusun? Onlar biz deyəni deyir, Amil müəllim, onlar öz versi, özləri üçün məntiqlə. Biri var ki, mən eşitmişəm, deyirlər ki, orada bunlar olub, hadisədə belə olub. Biz də bilirik ki, xalı olmaq, bu xalın yulmağı düzgün deyil. Onu bütün Azərbaycan müdəqqə desin. Əsas şahid kim? Həmin günü hava soyuq idi, küləkli idi, yəni dəhşət küləyi olub. Siskin və s. niyə xalı yuyur? Küləkdən xalı yuyur. Amma bir şey var da, Həsrətin evində bu qətlə yetirilibsə, Həsrətin xalçaları kirlənməli. Hədə bu evə, yox, bu elə yolda, bu yolda, baxın, bir söz deyək, bizdə də olmuşdu belə bir hadisə, efirimizdə bir mövzuda. Bu, onu bıçaqlayanda kömək üçün evə gətirə də bilər. Və yaxud da ki, hər şey evdə gələr, qapının ağzında söhbət eləyə, basar həyətdə hissələr döyüb, orada da eləyə bilər. Bu, hər şey ola bilər. Bakıda yadınızdadır, Bakı idi də, deyəsən, Suraxanı rayonunda. Qadın ərini öldürmüşdü, üstünə də gül əkmişdi. İnsanların psixologiyasından hər şeyi gözlər. Hələ gül əkməyə bir yana, giriş qadağandır nişanı qoymuşdu. Təqdim elədikdə burada Allahın dostunu görməmişsiniz. Yəni, giriş qadağandır nişanı qoymuşdu, biz efirə verdik. Yəni, bağçaya giriş olmaz. Sən demə, adam ərini öldürüb, orada bastırıb. Yəni, insanın psixologiyasında nə yerləşirsə, həmin anda... Mən bu məsələni indi gəl düzgün araşdıraq da. Əgər Həsrətin evində olubsa, xalça Həsrətin evində yuyulmalı. Deməli, hadisə orada olmayıb. Çünki orada olsa qanzad orada da fışqırıb tökülür. Amma Həsrət niyə qoşulmaz? Dəmir maraqlıdır. Həsrət, sənin dostun ölüb, yeyib içdiyin dostun ölüb. Paltarlarını aparıb mədəniyyət. İndi danışırıq. 39 yaşına kimi bir dənə əşyasını heç bir yerdə qoyub çıxmayıb. Paltar hardan çıxıb? Həsrətin evindən Həsrət də ayaq yoluna salıbdı. Nə qədər düz əməlli onu deyin, izah eləyin. Necə? Mənim qardaşımı aparıblar oradan, nə kameralarda dəsən düşübdü, nə tər aparıblar bilmirəm. Sadəcə kameranı ora göstərdiyinə görə elə cəsəd də gətirib ora atıblar. Sadəcə kameraların... Mədəniyyət evindən paltar dediniz. Həsrətin evində qalan ayaqqabısını, kurtkasını Həsrət mədəniyyət evinə salıbdı. Niyə aparıb ki ora? Qorxmuşam deyir, onun üçün saldı. Mədəniyyət evi bildiyimiz mədəniyyət evidir. Olmaz amma o cür. Başa düşürük sizi. Siz yəni də, mən sizə hər cür başa düşəcəm. Hər cürə daha doğrusu. Amma yəni
yox, doğrudan da bu xalı məsələsi artıq açılmalıdır. Atası indi qoşulmaq istəmədiyi, telefonunu götürmür. Oğlu ölən atanı, bax, bu mesajları indi yox, neçə gündə göndərməliydiniz ki, biz bu sualları açıq. Həsrət bu işdə kilit açar. Həsrəti deyirdim, həsrət, niyə qoşulmursan həsrət? Bir nömrəmizi verin, göstərin. Həsrət, bizə WhatsApp-a yaz, xahiş Həsrət edirəm. elə tapşırıq gəlib ki, amanın günüdür. Orada peşəkarlar oturublar, hamısı da beyindirlər. Amma sənin dostun ölür. Birdən ağzından bir ifadə səsləndirərsən, o dəqiqə Amma sən qınanıla bilərsən kənddə Eldobada. Niyə qoşulmursan? Yəni şahid kimi deyil, yazığın gəlmirmi bu hadisəyə? Biz istəyirik ki, biz demirik, biz heç bir işə qarışmırıq, amma ədalətli qərarı gözləyəcəyik biz bu işdə. Ədalətli. Amma Əsəd 070 653 48 69. İnan neçə nəfər yazır mənə. Yəni böyük qınaqlardır. Bilirsiniz, indi biz sosial şəbəkədə yoxuq, amma bu məsələ sosial şəbəkədə rezonans yaradar. Sən bir qoşul, məcbur eləmirik, amma bir qoşul ki, dostun ölüb. Yeyib içdiyin, günlərlə dostluq elədiyin, yaxşı oğlanlardan biri ölüb. Və bir adam artıq bir şey yazmır, amma sən isə susursan hələ. Nə bilim. Bir maraqlı məqam var. Həsrət deyir ki, mənim yanımda o hadisə baş verməyib. Bunlar gediblər dərədə savaşıblar. Yox, Həsrət nə deyir? Dərədə olub. Həsrət nə deyir? Səsi təqdim edəcəyik. Biz indi süjetləri verək. Gedənə qədər, Amil mən qoy bunu deyə sonra çıxarsın reklama. Bu dərəyə gedənə qədər onda hazırlıqlı vəziyyətdə olur da. Onda belə çıxır ki, Həsrət sənin evindən götürür da bu bıçağı. Həsrət nələri deyib? Sabiqlə savaşacaq. Həsrət nələri deyib? Reklam arası burada dinləyib tamaşaçılara çatdıracaq. Bir qısa ara verək. Boş şeydir. Həsrətin səsini dinlədik bir qismən və burada çox mühüm etiraflar var. Hər halda Göygöl prokurorluğunda da inanıram ki, bu səslər olacaq. Həsrətin başda susmağı onun evində baş verib. Həsrət evlidir, Pərvanə xanım? Ayrılıbdır. Kimdən qalır? Ata evindədir, tək qalır. Tək qalır. Və orada deyir, hətta məndən öncə deyəsən belə bir səs var idi ki, konyak da içiblər. Konyakı Rasim gətiribmiş. Rasim gətiribmiş. Bəli. Və ondan sonra araq, ailəmi vurublar bir-birinə. Qarışdırıblarsa qutardı ha. Görürsünüz, yəni qarışdırıblar ailəmi bir-birinə. Birinci konyakı içiblər, sonra arağı içiblər, onun baş gedib daha. Və deyir ki, nələr dedi, kimlər qulaq asa bildi? Asım, orada bayaq xanımdan mən soruşuram, deyir Həsrət dəfələrlə təkrar edir ki, bizim o məsələlərdən xəbərimiz yoxdur. Heç bizim evdə də hadisə baş verir. Amma orada biz səs yazısını mən reklam arası dinlədim. Orada özləri də etiraf edir ki, bəli, burada Bilman da burada idi, filan idi. Uşaqla bağlı, sən uşaqla niyə maraqlanmırsan? Belə bir hadisələr oldu. Burada söz-söhbətlər getdi. Arada bir münaqişə yarandı. Sonra isə bizim bunların çöldə mübahisəsindən xəbərimiz olmadı. Əsas mübahisənin qaylandığı yer sənin evindir də. Orada baş verib də hadisə. Orada söz-söhbət olub. Yaxşı, sən bilirdinsə bunlar aralarında belə bir mübahisə yaranıbsa, sən necə öz dostunu, düşmən olduğu, mübahisə elədiyin şəxsin maşınına qoyursan ki, məntiqlə. Mən bu günə İraq olsun, Tağı müəllimlə orada bir mübahisəmiz yaranır, bir studiyada böyük bir mübahisəmiz yaranır. Və Tağı müəllim məni götürüb qoyur maşına ki, gəsə aparıb düşürdüm evə. Hansı məntiqə sığır? Heç bir məntiqə sığmır, düzdür. Yəni bu biraz gülüncdür. Valla bu xalı söhbəti mənim yadımdan çıxmır. Bu da bugün çıxdı. Deyirəm də gündə bir xalın məsələsini bizim hörmətli operatorumuz çox gözəl bir məntiqli variant dedi ki, ola bilsin elə onların xalısıdır, gətirib o yanda yublar. Xeyr, öz xalılarıdır. Dəqiq, bax, tanırsınız xalılarını? Xeyr, tanımıram. Amma onun ailəsinin ona kömək elədiyi bu qaranlıq. O işte köməkdən demirik. Ola bilər bükərlər, gətirərlər. Onların evində əşya bilmirəm, onu deyə bilmərəm. Bükər xalıya gətirər də, yəni. Onu deyə bilmərəm. Onu deyə bilmərəm. Büküb gətirərlər. Bükürlər qutardı, elə bir ki, xalçadır, hə. O filmlərə zoğluqda baxırlar ki, xalçaya bükülən meyitlər olub o qədər. Biz davam eləyək, indi bir zəng qoşular, amma Həsrətdən
birinci növbədə həsrətdən gözləyirəm səs və işlə bağlı müraciət eləmişdim. Bayramla əlaqədar olaraq bilirsiniz çox adam bölgələrdədir. Mən əsas ümidim məsələsinə bağlı 2 balasına baxır. Yoldaşı çıxıb gedib. Nə iş olsa deyir mühafizə işi, ferma, fabrik fərqi yoxdur. Balalarına 2 övladına baxmaq üçün da tamaşaçılardan dəstək istəyirik. Bölgə fərqi də yoxdur. Lazım olar deyir gedib qala da bilərəm orada. Tək ki bu 2 uşağımı böyüdüm bir yerə çıxardım. Xahiş edirik tamaşaçılarımızdan malqara saxlanılan yerlər də ola bilər, nəzarət elə heç bir problemi yoxdur. Onunsa ərizəsi, dilindən izahatı falan tərtəmizdə uşaqdır. Yəni qarşı tərəfin dediyi iddialar hər şey burada təkzib edildi. İndi onun balalarına görə eyni qaydada Kürdəmirdən gələn Ramil üçün də bir iş istəyirik. Yenə də başa düşürük bayramdır, amma Ramil də aliment ödəmək üçün bir işə ehtiyacı var. Çox yaxşı olar, fərqi yoxdur. O da ustadır, yaxşı ustadır. Kim ki yaxşı usta axtarır, doğrudan da Ramili çox tərifləyiblər. Allah hamd olsun işinlə bağlı. Çox adam yazıb ki, çox peşəkar. Qızın 20 yaşı yoxdur, nə aliment ödəyir ki? 2 saat yaşlıdır, həm də yığılıbda aliment. Gələcək, Ramilin məsələsinə gələcək mütləq qaydada. Ögey övladını yuxdan duruzu və hissəsinə döyən məsələ ilə bağlı tamaşaçılarımız tərəfindən xeyli sayda Instagrama mesaj gəlib, hamısı dəhşətə gəlib və düşünənləri var ki, 15 il niyə veriblər? Bu, indi yenə də deyirəm, inanın ki, hakim burada ədalətli qərar verib. Baxın, bizim indi 3 məhkəməmiz olacaq, 4. Biri Əlzaminin məhkəməsidir ki, düzdür, orada vəkili indi dəvət eləyəcəm bu günlərdə. Orada bizə Suraxanı rayonunda Ağır Cinayətlər Məhkəməsində gedir. Qaranlıq qalan məqamlar var. Çox mühüm mesajlar çıxıb ortaya. Qızın etirafı var ki, mən Əlzamindən şikayət eləməmişəm. Bu etiraf olduğu kimi təqdim edəcəyik. Biz inanırıq ki, Ağır Cinayətlər Məhkəməsi də ədalətli qərar verəcək. Avropa çempionu, dünya çempionu olan bir şəxs. Bilirsiniz, bir-birinə tərs mütənasib bir hadisələr var. Biz şahidi olmuşuq Avropa çempionumuzun bir neçəsinin avtomobil qəzası ilə kimsə vurduğunu görmüşük. Amma və yaxud da ki, dava zamanı xəsarətlər yetirilib. Onun o dövlətimizə, bayrağımızı yüksək tutması nəzərə alınıb. Adlar çəkməyə ehtiyac yoxdur, bilirsiniz söhbətlər kimlərdən gedir və bağışlayıblar da. İndi burada isə olmayan bir hadisə gedir, olmayan bir hadisədən gedir, şərdən, böhtandan gedir ki, heç bir sübut yoxdur, heç bir sübut yoxdur. Üstə gəldi, mesajlar var ortada, yəni qızın etirafları var. İndi yaxından izləyirik ki, bu məhkəməmiz də ədalətli olsun. Digər məsələmiz Mələkə ilə bağlıdır ki, ayın 7-sidir də deyəsən, 7-si inşallah sən də balalarına qovuş. Axır buraya da gəlib çatdıq və Vaqif bəy olacaq sənin vəkilin. Olub artıq olacaq, yox, təyin eləmişik. Allah canlarını sağ eləsin və inanırıq ki, sən də balalarına qovuşacaqsan. Artıq yoldaşından xəbər yoxdur. Yoldaşından xəbər yoxdur. Bilirsiniz də bu qıza şər atmışlar ki, müəyyən varlıqlar görür və s. Amma yuxuda danışır. Onu da dedim, onu məndən çox danışan yoxdur. Mən yatanda səhərə kimi danışıram. Yəni ona görə bu normal haldır. Bunu məhkəməyə hansı adla çıxardıb, hansı iddia ərizəsində bunu qeyd eləmək. Valla bəzən də inciməsinlər hakimlərin köməkçiləri. Bu ərizələri oxuyub hakimlərin, cənab hakimlərin qabağına çıxarsınlar da. İddia qoyub ki, qız öz-özündə danışır. Bu nə iddiadır? Hətta yadınızda da biri iddia qoymuşdu ki, əməl eləyərək, o biri pavilyonda, studiyamızda falan, belə iddia olar. Mən bəzən boşluqları görürəm, dəhşətə gəlirəm. Yazan hüquqşünas. Hətta bu yaxınlarda Tağı müəllim bir hadisə olub. Deməli, atanı 8 dəfə DNT testinə çağırıblar, amma ata gəlməyib. Onunla belə yenə də atalığı təsdiq eləmirlər. 8 dəfə DNT testinə gəlməyib. Amma 3-cüdə təsdiq edilir. 3-cüdə hansı ki təsdiq olunmalıydı. O vəkil nəyi qəbul edir, nə hərəkət edir, bilmirəm qarşı tərəfə satılıb, nədir. 8 dəfə DNT testindən ata imtina eləyib, 8 dəfə. Bax, bu dəqiqə də yazırlar, nə qədər kətdən, indi Allah'a şükür başladılar mesaj yazmağa. Biz davam edəcəyik, amma Ramilə də studiyamızda da ona kimi mən bir məlumatı verim. Bizim ekspertimiz İlhamə xanım, yəqin ki tanıyırıq hər birimiz, Nasir, 10 ildən çoxdur ki, o da mənim studiyamdadır. Ötən gün İlhamə Nasir yazarımız, ötən gün o demişdi ki, mən inşallah ilk dəfə Qubadlı rayonunun Diləli Müskanlı kəndində olacam. Bir daha deyirəm, İlhamə Nasir yazarımız Qubadlının Diləli Müskanlı kəndində olublar. Novruz bayramı keçirdiblər. Kadrları bir üçlüdə baxa bilərikmi? Dostlar, zəhmət olmasa tapşırmışdım sizə.
Bax, bu kadrlara diqqətlə baxın. Düz 35 ildən, 34 ildən sonra bu kənddə Novruz tonqalı qalanıb. Çox təəssüf ki, ermənilər bu kəndi görün ki, vəhşicəsinə məhv eləyiblər, dağıdıb töküblər. Amma onlar yığışdılar. Qubadlı rayon icra başçısına da təşəkkür edirik. Hər birinə minnətdarıq. Başda da yenə də deyirəm, təşəbbüsü edənlər, İlhamə Nasir də başda olmaqla möhtəşəm bir Novruz tonqalı qalanıb bayram günü və kənd əhli bax, yığışıb öz obalarına. Görün, indi necə pis təsir eləyir onlara. Uşaqlıqlarının keçdiyi bölgə, uşaqlıqlarının olduğu məmləkətin indiki halına baxın. Kim istəyər ki, öz kəndləri, öz obaları bu vəziyyətə düşsün? Hətta Yusuf Mustafayevin o kəndimiz mahnısını da orada bir səsləndiriblər. Bu arada mümkündürsə o mahnını da olmalıydı bizdə. Eyb yox. Hər halda təşəkkür edirəm, minnətdaram. Bax, belə bir tədbir həyata keçirilib. Bunlar hamısı bu kəndin sakinləridir. Kəndin adı da Qubadlı rayonu Diləli Müskanlı kəndidir. Gözünüz aydın olsun, bax, yazılmışdı. Novruz tonqalı 35 ildən sonra bu kənddə də qalanır. Ehtiyac yoxdur daha, ehtiyac yoxdur. Təşəkkür edirəm, təşəkkür edirəm. 070-653 48-69 da ixtiyarınızdadır. Mən Instagramım dayanmadı, maşallah. Bu günlərim yazdılar bu işlə bağlı. Bu arada bizim dostumuz, gözəl insan və doğrudan da Hacı İdris həm bizim proqramlarda olub, həm də din baxımdan, İslami baxımdan çox gözəl təbliğatlar həyata keçirir. Dəfələrlə lazım olanda ondan da sözlər soruşuruq, suallarımız olur. Hacı İdrisin bugün doğum günüdür. Mən onu alqışlayıram. Lirikli qardaşımız, inanın ki, çox səmimi insan, ad günün mübarək olsun. Dəfələrlə bu proqramda olan hadisələrlə bağlı həm də İslami çıxışlarını bildirir, yazır, göndərir. Tez-tez də verilişimizdə olub. Göy Məscidin çox ədəbli qardaşdır, çox gözəl. Tanıyıram, bəli, şəxsən tanıyıram. Çünki mən o məscidə həm gedirəm namaz üçün, orada rastlaşırım. Belə də ki, efirdə də görmüşəm. Təbrik edirik, Hacı İdris. Təbrik edirik. Ad gününüz mübarək olsun. Neçə belə illərdə görüşək. Bilməm, indi lirikə gedəcəksiniz yoxsa yox. Göy Məscidin axundudur. Yenə də həqiqətən də deyirəm, çox səmimi insandır. Yəni, tanıdıya ümid üçün tamaşaçılarımız arasında da tanıyan oldu. Çox abırlı, həyalı insandır. Ad günün mübarək qardaş. Yaxşı ki varsan, yaxşı ki bizim yanımızdasan. Allah səni var eləsin. Və o cümlədən Fatimə Hacıbaylinin də nəvəsinin doğum günü idi. Hə, Fatimə, hansının? Fatimənin elə. Fatimənin. Fatimənin doğum günüydü. Gözəl bala. 4 yaş tamam olur. Mən də nəvəmi təbrik edirəm. Bütün nəvəmin timsalında bütün balaları təbrik edirəm doğum günü olan. Elimizə, obamıza xeyirli övlad olsun. İnşallah. Almaniyada qalanda yoxsa burada? Yox, Bakıdadır, bu Xırdalandadır. Allah saxlasın. Bax belə, davam eləyək. Dediyim kimi məhkəmələrlə bağlı xəbərimiz olacaq. Mən indi yenə də gözləyirəm mütləq qaydada həsrəti. Amma Ramilə buradadır, idarə edək müəllim. Onu sola çevirin zəhmət olmasa. Ramilə, nəyə düşmüsən? Bir artırın, mən buna 2 kəlmə cümlələrdən zəhmət olmasa qaldırın. İndi rahatsan mı, xan oğlan? Yaxşılaşdın mı? Allah canını sağ eləsin, bax belə. Yəni, mənim dilimdə də kəramət var. Doktor, onu göndərinmi yanına, xahiş edirəm, xan oğlana. Çox xahiş edirəm. Xan oğlan, təmənnasız gedirsən Zahir doktorun yanına, yaxşı mı? Mən eləyərəm, verərəm, ödənişimi verərəm. Gedərsən xan oğlan, yaxşı mı? Get bu gün gəlsinmi? Əməliyyatlar var. Sabah səhər gedirsən Safa hospitala, yaxşı mı? Şəxsən mən xahiş eləyəcəm Azər müəllimdən özü nəzarət eləsin. Yaxşı, get. Verərəm, təşəkkür eləyərsən, narahat olma. Davam eləyək. Görün, məlumatlar var, zəhmət olmasa. Bir dəqiqə. Ramilə, necəsən? Bəli, salam. Dünən qızının cümlələrini eşitdin. Bəli, bəli. Bir özündə günah görürsənmi bir ana olaraq ki, harada səhv eləmişəm ki, qızım gözləmədiyim anda bu cür reaksiya versin? Nədə günah görürsən? Bir qızın anaya qarşı bu qədər sərt reaksiyası çox çətindir. Özdə sən onu ən azı 2 ildir yanındadır da, belə deyək.
2 il yanımdadır. Tək olandan 2 il yanımdadır. Amma atam gel saxlayırdı. Biz burada dünəndə... Bax, burada vergül qoy, xahiş edirəm. Mən bu sualı bir Tağım Əlimə ünvanlayacağım, bir doktora, bir də Babeş dayıya. Ayrılıq olanda nənə babanın yanında qalmağa uşağın necə baxırsınız? Yaxşı, hamınızdan soruşuram. Necə baxırsınız? Yəni bu normaldır-mı? Allah, burada nə var? Bildim, iş gücü bildim. Sadəcə mənim özümə maraqlı. İşlə bağlı deyil. İşlə bağlı deyil. Mən ümumi olaraq, bax, tam sənə aid eləmirəm. Mən sənə aid eləmirəm. Fatimə xanımdan sonra cavab verərəm. Buyurun Fatimə xanım, qısa-qısa. Ən dəyərli olan bir varlığı ata-anasıdır. Övladını ondan başqa heç kəsə insan etibar eləyə bilməz. Yəni işim var, gücüm var deyə. İşim var deyəndə o xanımın elə görünür ki, adam işləyir. Mən ümumi dedim. Yəni işi işləyirəmsə, mən evə pul gətirirəmsə, evdə indi mənim anam, mənim atam övladıma baxırsa, burada yəni pis qəbahat bir şey yoxdur axı. Çünki mən belə bir ailə ilə rastlaşmışam. Hal-hazırda bu dəqiqədə mənim icraatımda var. Yəni eyni durumda olan bir ailədir. Nənə, baba hamı əzizləyir, amma qızın ipini yığa bilmirlər. Doktor, necə baxırsın nənə babanın böyütdüyü uşağa? Siz nətərdir? Bir var ki, bu məcbur qarşısına atıb, özünlə baxmır, nə eləmir, onda pis baxıram. Amma bu işləməlidir ki, həmən o ki... Mən sizə ümumi olaraq sual verdim. Normal baxırsınız. Tağım Əlim, necə baxırsınız? Tema, sən danışma, səndə nənə baba yoxdur. Qoy, heç olmasa... Bilirsiniz necədir? İnsan bir fikri deyəndə gərək onu əsaslandırsın. Mən o zaman normal baxaram ki, ana həqiqətən tam mümkün deyil də, ya ölümdür, ya da işləməlidir, məcburdur işləsin. Düzdürmü? Ya da ki, bəlkə nənə, baba uşağa bütün günü söyüşür gəlir. O qədər nənələr, babalar var ki, açıq deyim, elə xüsusən babalar. Uşaq deyir ki, valideyn deyir ki, mənim uşağım söyüş bilmirdi. Qardaş, babasının yanından gələndən sonra bütün küçə söyüşlərin hamısını bilir. Baba şirinlik eləyir də nəvə ilə bilirsiniz. Halbuki valideyn ona icazə vermir. Mənə görə istənilən hər bir halda uşaq valideynin tərbiyəsini almalıdır. Mən o zaman razı olaram atamın, anamın versin tərbiyəsinə ki, onlar məndən daha yaxşı tərbiyə verəcəklər. Yoxsa ki, uşağı hər köyünü eləyəcəklərsə, Allahın olsun qoymaram onların yanına. Uşağın hər köyünü olması, uşağın bədbəxt olması deməkdir. Valideynin nəfəsini kəsməsi deməkdir. Bu deyil Fatimə xanımın, Allah qəni-qəni rəhmət eləsin anasına. Onun uşaqlarına, böyle o işdə olanda anası baxırdı. Qadın müəllimə, qadın ziyalı, qadın o qədər gözəl belə deyək də uşaqları böyüdüb ki, indi ən nümunəvi uşaqlardır. Səbəb odur ki, onun valideyni elədir. Amma hamımızın mı valideyni o cür uşağa belə deyək də qəddarcasına tərbiyə verə bilər? Yəni necə qəddarcasına? Uşağa olmazları tələbkar, uşağa olmazı başa salan adam lazımdır. Şəxsən mənim anam o qədər belə deyək də tələbkar olmaya bilər. Yanımda qalır, yanımızdadır. Amma bilirəm ki, uşaqları istəməz ki, kimsə incitsin. Halbuki valideyn deyir, yox, uşaq qələtir. Qoy incidək, amma tərbiyəli böyüsün. Əzizim əziz, tərbiyəsi ondan da əziz. Kimin valideyni, yəni atası, anası, yəni uşaqların nənəsi, babası tələbkarcasına uşağı böyüdə biləcəksə, o uşaqdan uşaq olacaq. Yəni onu doğrudan cəmiyyətə bir kişi kimi, qadın kimi böyüdəcəklər. Bu günləri özümüzü, boğazımızı cırıq ki, tutaq ki də 20 yaşında oğlan ya qız, ya nə bilim 18 yaşında, bunlar nə bilir ki, bunları evləndirək. Deyirlər axı, erkən nikah olmaz. Qardaş, valideyndən asılıdır. Sən 18 yaşında oğluvu elə kişi kimi, elə ər kimi yetişdirib qoya bilərsən ki, o 40 yaşında kişidən də yaxşı ər kimi özünü davrana bilər. Düz deyəməzdim. Tərbiyədən asılıdır. Yox, elə mənim qızım hamıdan gözəldir. Ərə gedəndən sonra yemək pişirməyə öyrənəcək, ərə gedəndən sonra ev yığışdırmağa öyrənəcək deyib uşağın üzr istəyirəm, ancaq kukla ilə oynadırsansa, telefondan da çıxmırsa, bəli ondan arvad olmayacaq. 18 yox, 35-də də olmayacaq. Bizim bu günləri özümüzü öldürdüyümüz odur ki, valideyn uşağını, oğlunu ər olmağa hazırlamalı. Yəni sən kişisən, bütün yük sənin çiynində olacaq. İndi bu dəqiq uşaqlar hamısı məsuliyyətsizdir. Heç kim istəmir evlənmək. Tək qalır qızın, qardaş kirayədə, düzdür? Sən nə bilirsən ki, qızın gecə nesidə yatdı, kimlə görüşdü, harda elədi? Heç kimin xəbəri yoxdur. Valideyn evində yatır, mən qızıma etibar eləyirəm. Mən özümə etibar eləmirəm.
Mən yaşlı adam özümə etibar eləmirəm. Sən nətər 18 yaşında qızıva, 20 yaşında qızıva etibar edirsən? Qardaş, adamda bir balaca damarda bir oynamalıdır, bir qan oynamalıdır ki, mənim qızım tək yatır. Görəsən, hardadır bu? Amil müəllim onu danışan kimi dırnaq arası bəzi. Mən şəxsən elə adamlara Allahın dostu qeyrətdən yoxsul adam kimi baxıram ki, əgər Amil müəllimin o dediyi kimi onu başqa yola yozur. Qardaş, sənin qeyrəti, bax, həmişə deyirəm, neçə dəfə efirlərdən də demişəm, Peyğəmbər s.ə.v-in sözü var. Ümumiyyətlə, dində hökm budur. Bir dənə dəyyus cənnətə girməyəcək. Yəni, bunu biləsiniz. Dəyyus da bilirsiniz də kimə deyirlər? Binamus adama deyirlər. Qeyrət olmayan adama dəyyus deyirlər. O adamların biri də cənnətə girməyəcək. Əzizim, qadınlarınızı qoruyun, ananızı qoruyun, bacınızı qoruyun, qızınızı qoruyun, həyat yoldaşınızı qoruyun, hər şeydən qoruyun. Qutardı getdi. Aydın, Ceyhun müəllim, varmı nənə baba yanında böyüyüb yanınıza gələn? Məsələ ondadır ki, indi siz boşanmış ailəsindiniz, amma indiki zamanədə elə ailələr var ki, 2 övladından birini göndərir valideynin yanına. Burada iki prizmadan baxmaq olar. Bir valideynin prizmasından çatdırmıram, işləməliyəm, mütləqdir. Bu tərəfdən baxanda artıq bəraət qazandırmaq olur. Amma uşaq tərəfdən baxanda uşağa siz başa sala bilməyəcəksiniz. Anan işləməli idi, atan işləməli idi. Uşaqda tamamilə ciddi uşaqlıq travmaları yaranacaq. Anam, atam məni sevmədi, atdı nənəmin, babamın yanına. O uşağa sən izah eləyə bilməyəsən ki, anam məcbur idi işləməyə, çörək pulu qazanmağa və s. və ilə. Bu məsələ bəzi iki başlıdır. Bax, bu nüansı da unutmasınlar, bəli. Yəni, baxın, biz hər gün eyni yeməyi yemirik də, düzdür. Bir də görürsünüz ki, başqa deyirlər ki, rasyonunda bu da olmalıdır, bu da olmalıdır, bu da olmalıdır. Misal üçün, ətdən tam imtina eləmək olmaz. Yaxşı ət yeyə, keyfiyyətli ət yeyə, eybi yox. Valideynin enerjisi var da, mənim mənəvi qidamından biri də mənim valideyim. Hətta mənim əmimin, dayımın, xalamın, bibimin də enerjisini mən almalıyam. Təsəvvür ki, bunlardan məhrumam, anamın enerjisini alıram ayda, misal üçün 100 qram. Nənəmin, babamın enerjisini alıram, nə bilim, 10 ton. Olmaz axı elə. Sənin deməli mənəvi qidanda problemlər yaranır onda. Tağı müəllim, burada indi tək qadının üzərinə gedə bilmər ki, sən bu qızı tərbiyə eləmirsən belə. Atanın üzərində məsuliyyət daha çoxdur. Sən bilirdin sənin qızında nəsə bir sərbəstlik var. Sərbəstlik var. Sən daha çox bizə gələnə qədər bilməmişəm. Bizə gələnə qədər bilməmişəm. Qızınla maraqlanmalıydın. Maraqlanmışam. Ən azından xəbər vermişsiniz. Bax, indi burada bir cümlə işlətdi Amil dünən. Bir dəqiqə qızı qoşulub, amma adını çəkmirəm, Ramilənin, Amilin qızıdır. Hər vaxtın xeyir olsun. Salam, hər vaxtınız xeyir. Deməli, gəl belə sənə Nuray deyək də, biz belə taxma ad qoyaq. Təsadüfən Nuray deyildi adı? Yox. Demirik də, adını demək istəmədi, dedi, adımı deməyin. Nuray, ananla münasibətin bu dəqiqə yaxşıdır, yoxsa atanla? Atamla. Və sən dünənə kimi belə deyək də, el dilində desək, ananın yanındaydın. Nə oldu birdən belə fikir anaya qarşı dəyişdi? Belə deyim də, mən anamla münasibətim lap əvvəldən də belə normal olmayıb. Sadəcə belə deyim, anam olduğu üçün çox eləməmişəm. Viruzə verməmişəm, üzə çıxartmamışam, amma atamla daimi yaxşı olub. Atandan yaxşı olub. Atan sənə dəstək veribmi bu 2 il ərzində? Yəni sənin ayrılandan sonra? Bəli, az da olsa verib. İndi sən daimi atanın yanında qalacaqsan, yoxsa? Belə deyim, mən təhsilimlə bağlı həm Bakıda yaşayıram, həm işimlə bağlı. Bayramla bağlı atamın yanındayım. Qaydanda, yəni Bakıda yaşadım. Tək? Tək qalacaqsan? Xeyr. Kimlə qalacaqsan? Qızlarla. Otaq yoldaş kimi. Lap yaxşı, lap yaxşı. Bəs bir də dedin ki, səni ana məcbur eləmişdi başqa fakültəyə? Anam deməyim, anamın atası anası. Nənən baban da yəni? Bəli. Yəni, amma sənin nənən baban böyüdübmü? Əziyyəti olubmu üzərində? Belə deyim, hə, əziyyəti olub. Əziyyəti olub. Atan nə deyir? Qayıtmağına normal baxırmı? Yoxsa deyirmi, qızım qal burada həmişəlik? Normal baxır, yəni o da dəstəkləyir. Bəs anan... Sən bilirsən ki, sən bugün danışdığın hamısı cəfəngiyatdır. Sən sadəcə olaraq ananın sənə qoyduğu qayda qanundan qaçmaq üçün gedib atava sığınmısan. Çünki düşünürsən ki, atam səni sərbəst buraxacaq. Mən gəlib Bakıda istədiyimi eləyəcəm. Sən onu bil ki, bu ananın başından bir tük ərsi olsa hamıdan çox sənin yanındacaq. Bax, o cür deməyək. Fatimə, nəyə görə deyək? Gəlin Nuraydan soruşaq. Ananın yanında niyə qalmaq istəmirsən, Nuray? Anam özü onsuz da, yəni dedi ki, git. Anan dedi. Sizə dünən də yazdım mən, yəni
Nuray, səbəb Dedi ki, ya, nə hicabda oldu? olasın. Ay Nuray, səbəb nə oldu? Anan dedi ki, get tək qal. Məni blokat, mən yazmır. Mənə blokat. Səbəb nədir ananın Nuray, səbəb yanında nə oldu? qalmamaq? Aranızda nə söhbət oldu ki, dedi get tək? Belə deyim də, mən həm səhifəmi açıq işlətməyim, həm makiyaj eləməyim, həm də ki, ümumiyyətlə belə hicabda deyiləm də, yəni. Bunları deyəndən sonra dedi ki, ya onun kimi olacaqsan, ya bacın kimi olacaqsan, onun kimi geyinib keçinəcəksən, ya da ki, keçməlisən. Ay Nuray xanım, biz sizin TikTok səhifənizi gördük, sizin oradakı makiyajınızı gördük, oyunlarınızı gördük. Və mən heç vaxt arzulamaram ki, mənim qızım elə bir şey eləsin və eləcə də buradakı ekspertlər onu arzulamazlar. Və sənin anan da çox normal olaraq deyib ki, qızım, o işləri eləmə. Yəni, onun harası pisdir ki, sənin gələcək xoşbəxtliyinə mane olubmu anan? Ana kimi müqəddəs, Allahdan sonra ikinci haqqı olan bir insanı sən tullayıb kənara, ananla dalaşırsan ki, yox, mən bunu eləyəcəm. Yəni, TikTok sənə anadan əzizdirsə, səncə doğru mu eləyirsən? Burada söhbət TikTokdan getmir. Ümumiyyətlə geyim tərzindən də. Yəni bunu normal şəkildə də demək olar. Yaxşı, sənin ya bunu edə, ya evdən çıx get, nə bilim. Nuray, ay Nuray. Qeyri-etik ifadələr düzgün deyildi. Sənin şortikin anandan əzizdirmi? Nə dəxli var? Şortik söhbət deyil burada. Yaxşı, geyim söhbəti. Sənin koftan anandan əzizdirmi? Anan demişdi onu. Yəni, belə deyim də. Deməli, hər şey sənin anandan əzizdir. Bütün aldığın şortiklər, ayaqqabılar, nə bilim, paltarlar, TikTok anadan mən dəhşətə gəlirəm. Yəni sən necə ananı söhbət o deyil, onların ayağına verirsən? Yəni bunu normal şəkildə desəydi, normal şəkildə yeritsəydi, hə nəysə. Amma ki ya bunu eləməlisən, ya da evdən getməlisən. Qadasın olaram anaların, qoy hamısı anormal başa salsın uşaqlara, eyb yox. Qışqıra başa salsın, amma doğru yola yönəlsin. Amma Nuray, mən Nurayla görüşmək istəyirəm, ona görə deyirəm. Kimlə? Nurayla. Nuray burada deyil. Nuray, bir dəqiqə bir söz deyim. Anan bu dəqiqə desə ki, belə söhbət eləyək reklam arası, desin, yaxşı, qarışmıram, nəyinə qarışmıram, geyiminə. Razı olarsan mı ananın yanında qalmağa? Buyur, Gəşir. Aydındır. Bir qısa ara verək, Nuray, səndən danışacağım. Bir qısa ara verək. Allah xətdən. Şiddətə məruz qalanlar, övladları tərəfindən tərk edilənlər, valideyn zorakılığına məruz qalanlar, zorla evləndirilənlər, şərlənməklə Məmalı ölüm hadisələri ilə bağlı qeydiyyatımız var. WhatsApp-a yazın düşə bilməyəndə, çünki indi zənglərimiz çoxdur. 070 653 48 69 ekranda gördüyünüz və 055 753 48 69 ixtiyarınızdadır. Biri 600-dən başlayır, biri 700-dən də bu cür deyim. Və biraz əvvəl mən qıza sual verdim Nuraya. Yenidən qoşun zəhmət olmasa. Nuray dedi ki, mən sual verdim, bəs qaydarsanmı, anam bütün şərtlərini qəbul eləyir, razıdır. O isə bir kəlmə olaraq yox cavabı verdi. Dedi ki, yox, qayıtmıram, istəmirəm və atamın da yanında qalmayacağam deməkdir. Bir ata olaraq Amil, sənin sözün keçərmi qızına deysən ki, qızım qal burada? Bəli, müəllim. Qalar mı yanında? Bəli, o bir qoşun tez qoşun. Bu burada oxuyur burada. Mən ikimiz bir qərara gəldik ki, mən də Bakıda bir iş tapım, gedək ikimiz bir yerdə kirayə tutaq. Gözlə. Getişməklə yayımlanırıq. Nurayı qoşun. Onu mütləq elə. Mütləq eləyəcəm də, mən də ona görə iş axtarıram. Mən də müraciət ona görə eləyirəm. Mütləq elə. Qızımı tək burax. Bir səbirli olaq. Qoşun Nurayı. Aha. Və bu çox maraqlı bir addımdır. Və hətta mən deyərdim ki, Amil üçün Bakıda doğrudan da iş varsa, nəzərə alaq, bir iş olsun. Şəxsən mən səni alqışlayıram. Bir dəqiqə cümlələrimi deyim. 600-700 manatlıq da iş olsa işləyən bir adamdır. Ev tutar indi biraz Bakı kənarında. Çox xahiş edirik. Amil üçün də bir iş. Nuray! Ay Nuray!
Deməli sən dediyin kimi istəmirəm anam şərtlərimi də qəbul eləsə qalmıram orada dedin. Amma atam belə bir söz dedi indi eşidəcəksən efirdən də. Dedi ki indi burada iş tapır və bərabər səninlə bir evdə qalacaq ata bala kimi. Razısan da yəqin ki ona. Aha, bəli. Ona razıyam deyir. Ona razıdır. Hə Fatimə xanım. Addım atırsınız Amil bəy. Çox gözəl, yəni ki, dəxli yoxdur. Burada sənin, mənim prinsip, nə bilim, hansısa bir zidey olsun, arvadımın acığına və yaxud kiminsə acığı söhbət deyil. Burada sırf uşağınızı düşünərək, yəni 18-19 yaşına uşağı şiddət göstərərək və yaxud acıq eləyərək, o artıq heç kəsdən çəkinəcəyi yoxdur. Onu ancaq belə xoş dillə, gözəl bir addımdır. Gəlin elə Bakıya, balanızı da saxlayın yanımızda. Yavaş-yavaş bu TikTok xəstəliyindən də bəlkə də uzaqlaşır. Aydın, Nuray, anana nə deyərdin? Heç mi? Heç bir sözün yoxdur. Danışdırmayacaqsan, yoxsa necə? Ya özü seçdi, özü istədi. Özü istədi ki, bu şəraitə, hə? Yox, ümumiyyətlə özü istədi əlaqəmiz kəsilsin, yəni. Nura, götür Ramil mikrofonu. Sən istəmirsən? Nənəsi qəbul eləmir onu evdə, ona görə ayrılıb gəlib Bakıda qalmaq istəyir. Nənəsi qəbul eləmir. Nənəsi harada qalır? Elə bir şey yoxdur, yəni mən gəldiyim gündən bəri, qəbul eləmir. Bu gedib ora bunu qəbul eləmir. Elə bir şey yoxdur, mən gəldiyim gündən bəri istər nənəm, babam, hamısı yəni başıma tutulur. Bilirsən, Amil, o uşaq yaşlarından babanın, nənənin tərbiyəsi altında böyüyüb. Ərköyün böyüyüb. Bəzən baba nənə, bunu acıqlarına gəlsə də bəzi baba nənələr övladları, öz nəvələrini valideynə qarşı düşmən böyüdürlər. İstər ataya tərəf, istər anaya tərəf düşmən böyüdürlər. O qədər ərköyünlük bəxş eləyirlər. O qədər onlara sərbəstlik verirlər ki, uşaq psixologiyasında artıq babam, nənəm mənə yaxşı idi. Elə qoy mən gedim onun yanında qalım, anamın tərbiyəsi altında böyüyəndə anam mənə təsir eləyir. Anam mənə filan şeylərdən çəkindirir. Demək ki, elə babam, nənəm mənə yaxşıdır. Ona görə də o uşaq da körpə yaşlarından babasının, nənəsinin yanında böyüdüyü üçün artıq onun üçün ananın diqqəti, ananın qayğıları, bu şeylər yadlaşır, uzaqlaşır. Ananın ona göstərişləri artıq anasını bir dost kimi qəbul eləyir, ana kimi qəbul eləmir, analıq məsuliyyətini dərk eləmir. Amma özü də düşünməlidir ki, sabah mən də ana olacam, ana nə qədər də pis olsa, mənim pisliyimi, mənim pis yola sövq olunmağımı istəməz. Ana nə qədər də pis olsa, ana nə qədər də tələbkar insan olsa, ana istəməz ki, mənim barmağımın ucu qanasın. O qədər sərbəst yaşamısınız, o qədər sərbəstliyə böyük önəm verirsiniz ki, artıq sizin üçün ailə dəyərləri itib, artıq sizin üçün valideyni dəyərləri itib. Amma nəzərə alın ki, sabah özünüz ailə başçısı olacaqsınız. Bu şeylər sizin özünüzün də qarşınıza çıxacaq. Onda ananın, atanın qədrini biləcəksiniz. Mən çox xahiş istəyərəm ki, Nuray Bakıya gəldiyi zaman Amil müəllimlə danışarsınız, bizim nömrəmizi götürsünlər və biz Nuray ilə görüşək, mən də elə Vəfa xanım da görüşək. Nurayın bəlkə də hansısa bir nöqtə var ki, biz onu bilmirik. Aydın, doktor, buyurun. Siz ali təsirlisiniz. Ramilə xanım. Bəli, öz ixtisasınızla işləmirsiniz. Yox, mən bilsiz ki, ali təsirlisiniz. Yox, ali təsirimiz yoxdur. Bu indi sizin həyatınızı görüb Nurayın içində niyə düşürsünüz? Bu istəyir ki, rayonda yaşamaqdansa mən istəyirəm ki, oxuyam, ali təsirim olsun, özümə bir karyera quram ki, sonra nəsə həyatımda çətin öz üzərində inkişaf edir. Nəyə görə düşür üstündə? Bakıya gəlib, Nağma ağılla işləyir, oxuyur, işləyir. Nə qəbətdir? Atası yanındadır qalacaq, dəstək bir-birinə köməkli olacaq, atası da kömək eləyəcək ki, bu oxusun, öz üzərində inkişaf etsin. Nəyə görə bu otağı mən demişkən ki, bu gərək ki, ancaq kətdə olsun, otursun, ancaq ərə getsin, uşaqlara baxsın. Bu insan istəyir, öz üzərində inkişaf eləmək istəyir. Kənd söhbəti deyil, uşaq istəyir. Nəyə görə? Avropa, Amerika, Türkiyədə 18 yaş olur sərbəst uşaqları buraxır ki, get, oxu, elə, öz üzərində işlə. Nəyə görə biz uşaqları ancaq sıxıb boğmaq istəyirik, yox yanımızda dur, belənki ol, kökdə prinsiplarla gedirsiniz, sən ancaq belənki olmaqsa, bəli, siz indi din əhlisiniz, namaz qılırsa, Allah qəbul eləsin. Bu uşaq istəyir özünün üzərində inkişaf eləmək.
oxumaq istəyir, işləmək istəyir, yaxşı bir yerdə, yaxşı şirkətdə işləmək istəyir. O nəyi qəbahətdir burada? Qəbahət deyil. Atası da yanında olur. Gəlin soruşaq. Bir kəlmə söz deyim də, bir kəlmə söz deyim də. İndi deyirsiniz. Bu gedib atasının yanına. Yaxşı, biz demirik ki, atasının yanına getməsin, gəlməsin. Normal bir şeydir ki, atasının yanına gedib, bu heç. Amma get orada sən onların həyətində video çək özü, çək qoy TikToka. TikTokda da üzr istəyirəm, gedələr yazır ki, gəlinmi ora? Baxdı, gəlinmi ora? Bu da deyib ki, yox, mənim sevgilim var. Bu nə? Bu hansı dördü? Bilmirəm, başa düşə bilmirəm. Aydındır, aydındır. Nə deyərdin Nuraya? Aydındır, onlar aydındır, problem deyil, qalsın. Nuraya nə deyərdin? Qızına nə deyərdin? Dayı heç nə deyim mən? Qızıma nə deyim? Başına durun, nə deyim mən qızıma? Gəlsin, o gəlsin. Mən də istəyirəm ki, gəlsin, mənim yanımda olsun. Amma belə TikTokda mən də istəyirəm, mən də anıyam. Mən də istəyirəm TikTokdan yığışsın, belə bir şeylər olmasın. Bütün Azərbaycan baxır ora. Mən ona görə gəlsin, xoş gəlsin. Mən ona görə, vallahi mən ona görə yanıram. Mən bu boyda böyüdürəm, 19 yaşına eləyirəm. Mənim uşağım məhv olur. Mən onu nə deyib, mən eləmişəm. Mən demişəm ki, atasızlıq almayı tala bilmirəm. Atasızlıq nə demişəm, atasızlığı məcə eləmişəm. Bəlkə problem odur ki, siz güclə üstünə gedirsiniz ki, yox, güc. Başa salmaq lazımdır. Bəlkə sizi qulaq asmır, atasını qulaq asır. Atası necə qulaq asacaq? Atası niyə qulaq asacaq? Ata iki dənəsini alıb üstümə. Nə qulaq asacaq atasını? Mən balam. Onun üçün mən uşaqları onun üçün anamın yanına qoymuşam. Amma cəmaat başqa cür olsun. Başa salmaq lazımdır. Görürsünüz ki, güclə gedirsiniz də, bu da tərs deyil. Yox, güclə yox. Normal oturuq, başa salmaq. Bu özü giribsə, özü istədiniz, bu özü oxuyub, özü universitetə daxil olubsa, ixtisasını özünü dəyişib, işləyir, özünü idarə edir, kirayə pulunu, deməli, düşüncəli insandır. Ona görə düşüncəli insanla söhbət eləmək daha asandır. Normal şəkildə izah eləmək lazımdır. Yaxşı. Bu yaraşmır bizə. Bilirəm, yaraşmır. Prosta ata da buna oradan yorum yazır. Baxa bilmir ki, bu nədir? Oğlanlar sənə yazır. Aydındır da, aydındır. Nuray. Olar bir söz deyim. Bir dəqiqə qoy, eşitək bunda, bəli. Nuray, xəttə sənsən? Bəli, bəli. Gözlə, aha. Bu uşaq mənim yanıma gəlincə, mən o elə şeyləri bilmirdim də, sonradan öyrəndim ki, belədir. Yəni ki, çörək hazır çörək deyir ki, yoğurub bişirirsən də, bu yavaş-yavaş olur. Mən də bunu yavaş-yavaş səmti dəyişməzim. Birdən-birə bunlarda bir xəssiyyət var ki, risk deyir ki, bu olur birbaşa. Birbaşa heç kimin həyatını dəyişə bilməz. Necə bir... Xahiş edirəm, Ramilə, sən dünən də buradakıları özündən çıxartdın. Bugün də bu cümlələr var, getmədi o, təbii ki. Amma, bir dəqiqə, tağım əlim olmaz, xahiş edirəm. Sözün ifadəsini biraz başqa cür. Sözümü deyim, bir dəqiqə. Yəni qadağan deyil ha. Mən istəmirəm olay getsin efirə. Başa düşdünmü? O iddiadır. Sabah yazaram da lazımi qurumlara göndərərəm. Eləmə belə şeyləri. Bax sən bir dəqiqə təhsil söhbəti deyil axı. Bunu niyə təhsilə calayırsınız sizi? Buradakilərin çoxunun təhsili yoxdur. Görürsünüz necə cümlələrini ifadə edir. Elə sən incimə. Bu cür cümlələrlə o qıza elə sözlər deyirsən. Hələ sən bu cəmaatın içində belə deyirsənsə, Allah bilir evdə sən ona nələr deyib, nələr yapışdıra bilərsən. O da təbii ki özündən Nurayı alır xəttdən.
o da təbii ki götürməz də. Buradan bura biz əsəbləşirik sənin dediyin cümlələrə, ifadələrə. Yəni olmaz, xahiş edirəm. Və evdə də sənin artıq psixologiyanı bilirik. Sən bəlkə də bu cür çıxışlar eləmirsən deyənə o qız qaçıb. Ata demir o cümləni. Kişi olaraq qeyrətinə sığışdırıb o cümlələri qızına deməz. Heç bir kişi. Bir dəqiqə. İndi siz elə bir ki bu sözü demədiniz. İndi olmaz ki, lap səs verin, soruşun özündən. Deyin ki, sən bu hərəkəti eləmisənmi? Niyə maraqlı dörsə? Lazım deyil. Babək mənim üstünə qışqırdınız da onun. Maraqlı dör ki, o kişi onu eləyib yoxsa yox. Heç o tərəfə baxıb soruşmursunuz. Deməsin. Deyilməsin. Yox, siz buradan bura, bax onu qınadınız ki, o sözü demə, mən də sizinlə razıyam. Çünki o tək o sözü demədi, dünən də bir söz işlətdi. Amma soruşun, bir dəqiqə, soruşun ki, qardaş, sən demisənmi ki, bu hadisə olsun, ora getsinlər? Ay yox, söhbət o deyil, Tağı müəllim. Söhbət bir ananın onu deməyidir. Ay qardaş, başa düşmürsən, söhbət bir atanın qızına sahib çıxmağından gedir, ha, siz nə danışırsınız? Yox, çıxsın, cümlə, baxın. Əgər yox. Belə sahib çıxırlar. Tağı müəllim, xahiş edirəm, bir dəqiqə, gözləyin. Ay qardaş, sizin beyniniz nəyə işləyir? Sən publikaya işləmə, qulaq as. Publika kişi. Mən sizə izah eləyim. Ey adam görüm, özüm mən yaxşı tanısan. Mən izah eləyim, yox. Tamaşaçılar onsuz da eşitmədi. Baxın, bu bir dəqiqə, bildiyi, bunlar bu düşüblər cəmat, bağışda denə, qələt eləmişəm, o sözü demişəm. Siz imkan vermişsiniz, mən sizə izah eləyim. Mən demirəm, sahib çıxmasın. Mən deyirəm ki, əgər qızına sahib çıxmaq istəyən ana hər dəqiqə o cümlələri ona desə, belə tipli qız heç vaxt ananın yanında oturmayacaq. Bunu dediniz, üzvüzü çöndərin, o başa düşdü səhvini. İndi çöndərin bu tərəfə. Ay kişi, sən bu işi görmüsənmi? Bir adam soruşmur onu. İndi gələcək, yox. Adın çək. O dedi. Kim? Bir dəqiqə. Baxın, yox, bir dəqiqə. Baxın, yenə də deyəcəm, sözümdə də qaldıram mən. Bu cür tipdə olan qız, yəni çox sərbəst və söz götürməyən bir qıza o cümlələri 5 dəfə yox, elə 5-in burada eşitmişik. Bir dəfə deyilməyi bəs eləyər ki, oturmayacaq ananın yanında. Onun deyiliş qaydası var, tərzi var. Bugün məhkəməyə gedib, qurumlara gedib, alimentdən ötürü qırğın eləyən qadın istəsə onu da qızı ilə mehriban danışa bilər. Hər yerə də gedib, maşallah, o barədə ana da ayıqdır, gedər tələb eləməyi bacarandır. Kəşki elə bu tələbini qızına da irəli sürüb, qızı üçün də edərdi bu addımı. Qaldı, 17 ilin, 18 ilin ailəsidir. Hər halda indi alimentlə bağlı da məsələ bəllidir. Qızın da qayıtmaq istəmir, bu da bəllidir. İndi amil görürsünüz də, yəni səmimi olaraq, sərbəst olaraq otur, yaxşı ustadır, dam örtüklərini bacarır. Bir iş olsun, o qızına xatir tamaşaçılardan xahiş edirik ki, o Bakıda gəlib qalacaq və Bakıda da işləyib qızı ilə bərabər razılaşdı. Nuray da razılaşdı ki, mən də gəlirəm atamdan qalmağa. Ondan sonra gedişata baxarıq. Bizim qaynaq xətləri göstəririk. Çox xahiş edirik tamaşaçılardan. Yəni, əsas usta birlikləri olur da. Buna nə deyirlər? Ustalar bir yerdə gedir, bir evi təmir edirlər. Yaxşı, brigada kimi də rus dilində bir komanda olaraq Amil özü işləyən oğlandır. Çox tərifləyiblər, həqiqətən. Bir usta olaraq deyirlər, çox peşəkar ustadır. Bunu tikintidə, bəli, tikintidə falan deyəcək. Aydındır, ver mənə mikrofonu. Amma qaldı, Ramilə, sənin aliment məsələnə. Bu adam onsuz da həbs olunsa, sənin alimentin olmayacaq. Bəli. Amil, bax, sən 2 il səhv buraxdın ki, uşağın taleyi ilə məşğul olmayıbsan. İndi o səhvləri təkrarlandırma. Ciddi uşaqla, qızla məşğul ol. Özdə indi onun inkişaf eləyən dövrüdür. Uşaqla məşğul ol. Ata-baba kimi pərdən götürmədən, amma sırf onun həyatında iştirak edir. Aydındır. Xanaqlar, həsrəti qoşudan bir kəlmə deyil, həsrət tapıldı və görə həsrət Sabiqin ölümü ilə bağlı nələr deyəcək? Bir dənə xahişim budur ki, qurban yad evdə qalmışam. Bir karvansaranın qapısı açıqdır. Məndə də bir hay olmalıdır da. Xalqın evindəyəm. Bu mənə görə
özünə görə şor yeyə bilərdi, amma mənə görə nəsə Yox, deyir gəlin qalın da. Anan deyir gəlin qalın. Mən istəmirəm, qurbanım. Mənə bir dənə vəkil dedim də, mən sizdən... Bəs ona vaxt lazımdır da, veririk vəkil sənə birinci günü. Bir dənə mənə vəkil ayırmaq lazımdır ki, İnşallah Allah qoysa, mən fikirlərimi o... Aydındır. Birinci günü verəcək. Xətt qoşuldu mu? Həsrət telefon xəttində olacaq. Sabiqin ölümü ilə bağlı. Bir daha deyirik, 39 yaşlı Sabiq Həsrətin evində içib və gedəndən sonra iddialar belədir. Məlum məsələ ortaya çıxıb. Nə baş verir? Yəni, Həsrət, hər vaxtın xeyir olsun. Alo. Salam aleyküm, Amil müəllim. Həsrət, axır ki səsini eşitdik. Ay Həsrət, neçə yaşın var? Mənim 43 yaşım var. Allah ömür versin. Səsin maşallah, səsin çox belə böyük göstərdi. Həsrət, Sabiq necə bir oğlan olub? Sabiq mənim canım ziyarım olubdur, dostum olub, qardaşım olub. Sağlıqdan bir yerdə böyümüşük, müəllim. Allah'ım haqqı. Yarın hasta yanıma o bizə gəlir. Mən onlara getmişəm, yemişik, içmişik. Sağlıqdan bir yerdə böyümüşük. Bəs Əsəd, sənin evində baş verib bu mübahisə? Valla gəldik baxdıq. Necə? Amil müəllim, bizdə otduq, yedik, içdik, Allah'ım haqqı. Yedik, içdik, xanlardan da bir çift gəlmişdik. Gəldik ondan sonra da bizdə otduq, içdik. Orası bizə gələn adam deyildi. O gəldi, qarşını üstümüzə sürdü. Oradan bizə yol görür. Takutuna onunla da zarafatımız var. Onunla da münasibətim yaxşı olur. Orasını dedik, dedi yaxşı kanyakım var dedi, gedəyim vuraq. Mən də dedim, heç də, bizdə yiyib gəlmişdik. Gəldik, bizdə də kartoşda qaxladıq, otduq, yedik, içdik. Ondan sonra Asif gəldi. Asif gələndən sonra bir litrdə gəldi. O kişi həmən gecə 3 litr kaynak içmişik. Ay tala oraya çıxıb getdiyi mənim yadımda deyil. Bəs mübahisə düşdü mü? Piyano olmuşam. Mübahisə orada düşmüşdü mü? Görmüşdün mü mübahisə? Yox, elə valla sporlaşdılar, gördüm deyir sağımda nə üstündə mübahisə? Spor dediyin mübahisədir. Mübahisə nə üstündə oldu elə belə? Nə üstündə? Gördüm hemen Rasim deyir sağımda müqayyət ol, onu deyildi. Nədən müqayyət ol? Uşağından. O rəhmətçi deyildi sağımda müqayyət ol, deyir sağımdan. Onu niyə dedi ki uşağından müqayyət ol? Valla bilmərəm, mən də dedim ki, o da qayıt. Bir dəqiqə Həsrət, bir dəqiqə. Rasim buna uşağından müqayyət ol deməyi kimin uşağından gedirdi söhbət? Şahidin rəhmətli. Ona nə, Rasimə nə uşaqdan? Niyə maraqlanır onun ailəsinə? O da dedi ki, rəhmətli də qayıtdı, dedi ki, dedi uşaq mənimdir, mən bilərəm. Mən sizə dedim ki, burada bir söhbət gedib. Mən özümə dedim ki, burada söhbət başqa yerə məcraya gedib çıxıb. Rasimin nəyinə qalıb onun uşağı, ailəsi? Hardan bilir ki, o uşağı ilə münasibəti yaxşı deyil, rəhmətliyim və yaxud da keçmiş arvadı ilə? Durduq yerdə bunu niyə desin ki? Valla qabağa da o münasibəti mən bilməzdim olar. Mən 3 gün idi heyvanla gəlmişdim, mən işdən gəlmişdim. Mən 3 gün idi bu məsələni eşitirib, artıq 4-cü gündür mövzuda. Mən burada dedim ki, burada nəsə başqa bir qeyrət namus söhbət ola bilər. Yəni sənin nə işinə qalıb ay Rasim? Uşağı hardan maraqlanmısan ki, bunun uşağı ilə münasibəti pisdir, yaxşıdır? Mən də orada dedim, müəllim, Allah haqqı. Orada mən dedim, Rasim, bu da dedim, çörək yeyirik, qanqarasılıq olmasın da, çörək yeyirik. Ondan sonra Asif'le Bilman geldi. Onlar gələndən sonra tema dəyişdi. Çıxardın süjetləri. Siz danışın. O uşağın söhbəti dəyişdi də. Təcrübə otduq, sakitləşdik, otduq. 2 litrdə kaynak içdik. Ondan sonra o kaynak içəndən sonra sahiblənmən təmiz piyano oldum. Mənim ait tabaqalarım yox ki, o nə tərcihdir. Bu mübahisəni deyəndə siz üçünüz idiniz, yoxsa Dilmancır artıq gəlmişdi bu uşaq söhbətinə? Yox, üçümüz idik. Birincisimiz oturmuşuq. Sonra Asif gəlib, onun dalında Dilman gəlib. Bax, Həsən, sən özünə bir kişisən təbii ki, səni də tərifliyirlər, mən açıq deyim. Dedim, sadəcə mənə maraqlı idi ki, sən niyə qoşulmurdun? Amma bu uşağınla maraqlan söhbətinə bir səndə də bir qıcıq yarandı mı, ay Rasim, sənə nə? Allah'ım hakkı Rasim'i damladım. Dedim yaxşı hayatım. Namdadım. Buranın yeri de ikisinden de zarafatım var. Dedim ikisini de ben Allah'ım başa sağladım. Dedim yaxşı. Ondan Asif Kil geldi. Gelenden sonra Asif Kil gelenden sonra tema değişti. Mevzu değişti.
Ay sağ ol. Ondan sonra da ortaq 2 litr içdik təzədən, konyak içdik. Həsən, çox xahiş edirəm səmimi deyə siz bu konyakla da bir daha konyak içməsən. Bir de görüm bu mübahisələr bu uşaq mövzusunda əvvəldə olmuşdu mu sənin yanında? Yoxsa sırf sənin yanında birinci? Yox canım ki yox. Elə də mən orada eşitmişəm, Allah'ım baxın. Mən demirəm, heyvana gedirəm Amir müəllim. Vallahi üstü videoya gəlmişdim. Allah'ım baxın. Can, Allah kömək olsun. Əsəd, mən səni yığacam, zəngimi gözlə, yaxşı mı? Gözlə zəngimi yığacam. Allah xəttdən, baxın. Allah xəttdən, mən Allah'ın dostu 3 gün əvvəl bu mövzunu burada şahidsiniz. Dedilər, yox ola bilməz. Dedim ki, burada damara toxunan bir məsələ olub. Təbii ki, o da o mübahisə genişlənib. İçəndə daha yadına düşüb. Elə bunlar az içiblər. Sənin nə işinə qalıb, sən ayrılıb bu, özü bilər, ailəsi bilər. Rasim deyib də uşağı soruşub ki, uşağınla maraqlan. Sahib də ona qayıdıb ağır söz deyib, onun üstünə də vurub. Bəs məsələ odur ki, burada damara, inanın ki, mən bunu deyirəm, sətraltı ad çəkmirəm. Bu mövzuda bir qadının da, belə deyəcəm, bir qadının da zəngləri çıxarılmalıdır. Yeri gəlsə, əgər kökü maraqlıdırsa, kimlərəsə, çıxarılmalıdır zənglər, mesajlar, artıq Allah'a şükür, WhatsApp mesajları da geri qaytarıla bilir. Texnika, bax bu cürdür, texnologiya bu cürdür. Yəni, mən heç kimə heç demirəm. Amma bir yad adamın sən uşaqlarınla maraqlanmaq söhbəti, mən xahiş edəcəm Həssətdən ki, bir əməkdaşlarımız danışsın, Həssət, buradan da xahiş edirəm. Bir sabah gəl bura, bir gəl, ən azından dedin ki, hamıdan yaxın dostum olub. Hamıdan yaxın. Dostunun ölümüdür. Sabah hamımız sorğu sualdayıq, hamımıza da deyəcək elə ki, sən də bunu bilirdin. Söhbət dünya axirətdən gedir. Sən də bunu bilirdin. Ən azından dostluğuna xatir, bir yerdə böyüdüyünə xatir dəvət edirəm bura ki, lazım qurumlarda bilsinlər nə var, nə yox. Qayıdıram bir daha geriyə ki, mən bu siqnalı hiss eləmişdim. Bu siqnalı deyəndə dedilər, yox, filan şey, siqnalı hiss eləmişdim. İçiblər, o da ona irad bildirib, deyib, bir dəqiqədən 100% kənarda da olub. Sən yaxşı, hər şeyi qoyduq kənara. Anasından desəydi, bacısı Pərvanədən desəydi ki, Pərvanə ilə maraqlan, yenə də başa düşə bilərdik. Bağlı boğçadır da bu. Ayrılsa da bağlı boğçadır. Uşaqla maraqlanmaq uşağın sözü deyil. Onu o adam deyər ki, filan kəs, kül onun kişi başına, rəhmətliyə Allah'a acıq getməsinə, ifadə olaraq ona aid eləmirəm. Kişi başına uşağı ilə maraqlanmır. Onu kim də kimədirsə deyirsə, o da bəllidir. Salamat qalın.